dua eləyin ne olar. 5 gün gelse ben yine öldüm ey dayı. Allah bir defede 5 gün kısıtlama gelse ben füsü yaymayın açmayacağım. О, Alo. здравствуй. Здравствуйте. Как ты вот? Как ты зовут? Как ты зовито? Ay bayağı ne yerlisin? Как ты var? Ben bak sen can Rusça danışamırsak sen neye özün içirirsen aşkım gör Rusça bilen kimi. Sen? Hardasan? Azersen? Hardasan? Moskvada. Moskvada sen haralsan eslen. Türkiye ile. Ben de geldi bundan sohbet elə de Allah hakkı bak bir şey deyəndə sonra deyirlər ki Belizar niye? Bak deyirəm ki haralısan adını koyup Russan mı, Türksen mi, Gürcistanlısan mı, Azerbaycanlısan mı? Allah belası. Haralısan haralı. Türk. Anan seni harda pırtladı, hardan çıkıpsan oradan. O anan oradan hardan çıkıpsan. Ha, konum olarak hardan çıkmışsan Türkiye'nin harası canım. İstanbul. İstanbul'un harası. Dilova. Hacan. Dilova. Dilova diye yer yok da o seni eşekler dillesin inşallah. O dilin kopsun da bir tarafına girsin. İstanbul'un Dilova diye bir şehri mi var? Ay Hüseyin. Allah'ın belası Allah'ın cezası. YouTube'a gir de bak da. Bezdim sizden bezdim. Allah bezdim yani bezdim. Allah kahretmesin. Bak da bak. Kahretmesin. Bilmirsen. Defol sen Allah git yatsı var Allah aşkına gece ben başımı oynatma. Bugün vardı doktora gittim. Doktor dedi ki gözlerin dedi ki ne olup bilirsen az lens takmışam ha. Lens takanda gözlerimi zedelemişim aşkım. He doktor dedi ki 4-5 gün lens takma dedim yaxşı. Azat seni görüm cırık olasın ay Azat. Benim ajansım Azat beni çıldırtırsan Allah. Ay tabi. Ay benim Ay Verizor. Ay o neydi o kırmızı ortada? Aha. Ha, ortada değil. Ortada. Ay ele bilirdim tek itlerde olur o kırmızı. Ay Sabicim canım. Ay benim canımın içi. Ben artık dua da eləyəmirəm. Ey Sabi ham üstüme gelir Allah hakkı. Bakire kız uşağı çocuk olduğum için. Ben neyiniyim ay Sabi. Ben hara gidim abi. Çok sağ ol. Hayat mən çöküldü bir Allah hakkı. Işığımı söndürüp gəleyim bacı. Mən ağarım ağız. Mən təzə enerji gəlsin. Mən neyiniyim ağız. Ben hara kaçım ne gayrım ay bacı. Teşekkür ederim Sabi. Artık hiç dua dileyemiyorum fikir verirsen ağız. Sabicim çok teşekkür ederim. Canım sen çok sağ ol. Hayatım ömrüm ben Bakire bacım. Allah sana razı olsun. Çok sağ olun. Ekrana da arada basın bacı. Çok sağ ol. Necəsiz? Böyle 2 gramız olaydı. Azatda bacı mahnı yazar ki danışaq. Söhbət eləyəndə mahnı yazardırlar. Sıfır elədim xodunu. Salam, necəsiz? Yok ki böyle güzel bir kız olaydım. 2 gramım olaydı. Ne attırırdım TikTok'ta. Ay Allah ya Rabbi giderdim güzel yurt dışına. İtalya'ya giderdim. Bak ne vızgırdıram ben böyle 2 gramım varken. TikTok'ta ben niye yayın açım? Böyle güzel göçek kız olsaydım. Bəxtimi kurtarardım. Ya Rabbi ya Resulallah. Şimdi kızlar diyecek ki bizde var da ne oldu? Siz kullanabilmirsiniz. Ben ne gayrım. Sizin beyniniz yoktur. İstifade edemirsiniz. Ne olar dayalı olaydı ben artık buralarda ne çaba çekerdim. Ay Allah ben bezdim ay Allah bu kısıtlamalardan. Ya Rabbi ya Resulallah. Ay, biz de bezdik siz kutlamalarınızda. Baba yadigarı beni öldürür bu baba yadigarı ile haber verdi. Ne? Biz de bezdik sizin kısıtlamalarınızdan o canlı gelir, baka bilmirik. Qalırıq. Azim Allah'a kaybetmiş. Beyler yine kısıtlama geldi. Ne terse haralsa geçe kızsan ama Şıkhaliyev. Tirəliyeva. Şirili ne? Ayşən. Ayşen. Haralsa tatlı kızsan iki sen. Nardaranlıyam ama tərəf ləzgidir. Lezgi. Lezgi oğlanları geçe olur. Mən oğlan deyiləm də pus. Demiyorum ki oğlansak. Deyirəm lezgi olanları geçe olur. Lezgi kızları da güzel olur. Ay, çox sağ olun. Bir lezgiye ere gitmek istersen. Alsa niyə getmirəm?
Amma ləzgi oğlanlar çox ciddi olur ha. Ağır başlı olur, qara qaş olur, ağır başlı oğlanlar olur, namuslu qız sevir. Yəni belə deyib gülən çox belə qapalı insan sevir. Yəni belə Bilmərəm. Haca. Bilmərəm mən də. Yəni gülmək deyil, sifətin o deyil elə bil. Niyə əl gəzdirərik də özümüzə? Az elə mənada yox. Yəni əl gəzdirmədiyin yer qalmayıb, onu deyirəm. Əl gəzdirmədim yerdə də və bir də dodağımda gel var, bir də alnımda botoks. Üzüm belədir, yəni belə iridir. Ay, tane qalıb sən Allah. Haralısan? Hə, dedin. Neçə yaşın var? 24 oldu. 24 yaşın var. Nə iş görürsən? Universiteti qurtarmışam, hal-hazırda Seltdə oxuyuram ingilis dili. Nədə oxuyursan? Seltdə. Nə? Selt akademiya var. Desert. Selt. 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 Selt nədir? Akademiyadır ingilis dili. Yəni nə oxuyursan orada kız? İngilis dilini öyrənirəm, təzə başlamışam orada. Ama yes of course. Amma universitet qurtarmışam. Ya bir də danışaq. Havaldaryo. Mən çox pis danışıram, çox aksentlə danışıram. Allah kəssin belə danışmağı. Ona görə Ne getmişəm. olacak ki danışaq? Hay havaldaryo. Nə olar mən danışmayım? Olar mən Azərbaycanda cavab verim. Asa seysən, hay havaldaryoyu bilmirsən cavabını. Mən tanımırsın, ona görə bu sual versin. Əlbəttə səyəm. Hay havaldaryonun cavabını bilmirsən. Bu da nəyə universitet Yox, oxuyursan? ingilis dilində. Yox, universitet oxumuşam. Universitet Abi gedirəm. onu neden bile cevap veren hay havaldaryonun cevabını bilmirsen mi? Bilirəm. Bilirəm, 24 yaşım var da, yəni prosta onun ingilisini... Az nervlendim bir dakika kişi damarım tuttu. Ben nervlenendi hemşe ruj pamada. Az hay havaldaryo dedi Allah'ın cezası. Sen de diyeceksin Bilmiyorum, ki bilmiyorum. hay Velizar I am name Velizar I am name Şiraliyeva I am from Azerbaijan. Let's go. I am not I am name diyeceksin. Bir de diyeceksin ki benim yaşım. Yani I am the teacher $2,000. Yani diyeceksin ki benim 24 yaşım var. I am not hotel. I am not spa. I'm not massage. Yes of course. Yes Dorbakire. O danışacak. Hiç de bilmirsen İngilizce bacı. Sən çox qəşəng danışdın. Sən danışdın mən verim. Çok teşekkür ederim. Çok teşekkür ederim. $100. Ay canım benim. Nerede kaldın sen be? Aferin. Atadan pullusan. Yok sevgilin var Çaka Çiko Fanfinton. İkisi də. Hem atan var hem Fanfintonun var. Papam rəhmətə gedib, amma ailəm var da, yəni. Allah rahmet eyle. Evlisən. Yox, mamam gil var da, yəni ailəm mənada deyirəm. Gel mama Evliyim. kaç. Mama kaç. Sevgilim var. Aman. Neçeydi? 9 ay. 9 ay. Hardan TikTok'tan tapdın? Yo, TikTok'ta tapmamışam. Zalda tanış olmuşam. İdman zalında. Saatlikte bir eləyəndə beğendiniz birbirinizi. Yox, idman zalında tanış olmuşuq. Genelde saatlikte biri olanda hamınız birbirinizle evlenirsiniz. Ben de saatlikte... Yox, mən belə yayımçı deyirəm ki, ayda bir dəfə açıram elə belə bekarçı olanda. Ben de Sonra gördüm, əslində PK eləməyəcəydim. Gördüm posta siz yayındasınız, ona görə. Yəni. Ne bürcün nedir? Oğlaq. Ay oğlaksan. He, oğlanın neçə yaşı var? Mənim 24, oğlan 31. 31. Ay kutsal rakam. Harda Akşehir'deki spor salonunda tapdın? Hə, Qarabağ fitnessdə. Nətər tapdın? İdman elədiyin yerdə göz gözə Yox, gəldin. bizim trener bizi Zaftrika dəvətləri tələbələrini getdik, orada gördüm. Mən 3-1-3-5 gedirdim, o 2-4-6 gəlirdi. Mən onunla görmürdüm, bilmirdim heç elə bir tələbəsi var. Hə, bax, Gördüm. sənin bu indi cükküldəşdiyin, sənin şeyindirmi, nəyindir? Məsələn, ora gələn müəllimdirmi, yoxsa... Yox. Özü üçün idman edir sadəcə. Hə, özü üçün nə iş görür o? Biznes. 31 yaşında biznes. Qarınlıdır yoxsa boylu puxunludur? Yox, Yarış. şəkil kimi oğlandı. Bir də şəkil kimi deyəcən də Akşehir'də sana ev tutturub, maşın Yox, falan mən alır. Akşehirdə ondan qabaqdan qalıram. Ne güzel. Ev kiradır. Ev kiradır, bəli. Öz evim var, prosta remont olmalıdır, remont. Sayda sənə nə qədər xərcləyir? Xeyirliyib də, nə bilim. Məsələn, toplasa neçə min manat xərcləyir kişi qızı kimi? Aya bir
13 min, 15 min çıxır. Belə amma opşop toplamamışam. Yani bir aya sənə 13 min manat xərcləyir. Belə bütöv gətirib vermirəm, amma xərcləyir də hesablayanda. Az mənim sevgilim bir aya mənə 10 min manat pul xərcləsin. Mənim nə itim azıb mənim TikTokda. Ben niyə yayın açırsan? Mən evi açmışam, hədiyyə üçün açmamışam ki yayımı. Ben sən qısqanmır ki sən burada yayın açırsan. Belki bir oğlan gəlib yazar, oğlan sənə hədiyyə atar. Ama elə geçə küləkləyirsən, Ağşəhərdən Ağşəhərə küləklər gəlir. Onun TikToku yoxdur ki. Eğer senin pullu sevgilin varsa da buradan buraya sağ salamat yermeyeyim. Elə deməyin, vallah elə deməyin, çünki Allah var. Gelsin de sənə bir dənə şir atsın. TikToku yoxdur. Onun TikToku yoxdur ümumiyyətlə. O Telefona basın. Gelsin sənə bir dənə şir atsın. Moskvada yaşayıb. Onlar işlədilər kontakti, nə bilim, başqa proqramlar istifadə edir. TikTok ümumiyyətlə yoxdur. Instagramda təzə mən açdırmışam. Bilir ama yayın açtığını. Bilmir. İndi 25 bin nəfərin içində %100 bütün sülaləsi biləcək. Oradan biləcəklər. Haranı doğulan? Qaçacam indi, onu deyə bilmərəm. Ne haralıdır da? Mən qaçacam indi, Gəncəli. Gəncəlidir. Başa düşün. Evlidir oğlan yoxsa? Yox, subay. Bekar. Evlenmeyi düşünürsünüz yoksa hala cukku cukku? Hələ ki, cukku da, evlənmək, nə bilim. Evlendi 31 yaşın var. Sen neç yaşın var? 24. 24 o da 31. Sen evlenende onun uşağı olanda o evlenende olacak 40 sen olacaksın 30. Aranızda 25-20 yaş fark var. O koca kaftar olanda sen olacaksın orta yaş. Da ne vakit düşünürsen evlenmeye? O dede olacak. O benden qabaq evli olub da boşanıb. 3 yaşında. Mesela o diye ki evlendiniz. Hadi sen gençsen o koca. Şimdi düşün bir tane 2 tane uşağınız var. Mektebe gideceksiniz. Diyecekler ay bu ne güzel kızdı. Ona da diyecekler bu deden diye. Yox, onsuz, onun uşağı var onsuz. Evlənib. Var, evlenip boşanıp. Başa düştüm. Ne güzel. Belə. Uşaqlarını tanırsan, baxırsan uşaqlarına. 3 yaşı var oğlunun. Belə görmüşəm, amma hələ uşaqdır. Biznesmen dediğin Rusya'da böyle şey falan satanda alma, mal var, kalfos Yox, var. yox. Bakıda da biznes var, Moskvada da biznes var, Dubayda da biznes var. Bu nerede ki böyle 31 yaşında? Altını maşın falan alıp. Maşın hələ ki yox, inşallah. 9 ayda ne poxu? 9 ayda ne elifsən? Heç neyle zırt. Evim var da. Ne seysen az sen? 9 Evim var da, evim var. O evim. Atıyorum sen evin kiradı. Yox, öz evim var, remont olunmalıdır indi. O evi o alıp. Kömək edəyib. Ne kadar? Nə bilim. Ne vaxt görüşmürsünüz oğlanla? Nə vaxtı görüşmürük? Ya ne vaxt en son ne vaxt gördün oğlanı? Bugün. Azmə demir sen Rusya'dadır. Yox, indi Bakıdadır. Deyirəm ki, Moskvada gedir, gəlir ora. İndi Bakıdadır. Sen ailenle kalırsan indi. İndi yox. Tek sen sepe gelmir o. O işləri var bu dəqiqə. Bu saatte ne işleri var gece saat 2'de? Obyekt açırdı, ona görə restoranda orada işlər var. Gece saat 1'de. Hə, bayaqları görüntülü danışmışam. İndi bilmiyor ki sen yayındasan. Yox, xəbər yoxdur. Niye hiç haberi yoktu? Yox. Ben haberi olsa ne olacak? Heç nə, mən burada artıq hərəkət eləmirəm ki, nə olacaq? Hani yeri danışır sohbet edilir ya. Ama yaman geçe külehlirsen beğendim sen. Bir 5 dakikada geçe senaryo danıştın beğendim ama senaristliğin geçeydi. Hakikaten yönetmenliğin geçeydi. Güzel senarist çıkar senden beğendim. Az evlisen ham yazıp evlisen. Evlisen sen. 5 tane uşağım var. Az evli değil. Evli değil. Ben bak aranızda hiçbir şey olur. Oralara gitmək. Siz mənə follow eləyirsiniz. Necə? Mən nəsiyyatınızda qalmamışam. Ben sen follow ben seni ilk defa da görürüm. Haranı follow? Mən follow eləyirsiniz. Mən sizə ən birinci siz canlaşanda hədiyyələr atırdım. Siz o vaxtdan mənə follow eləyirsiniz. He arkadaşımsan. O vaxt yəqin hediye atmışdın. Onun gibi takip eləmişəm. Yəqin balaca hediye atmışsan yadımda qalmayıb sən. Balaca hədiyyə atmamışam. O vaxtı təzədən açanda ən böyük hədiyyələri atırdım mən.
Ha, ay canım arkadaşım, ay canım az. Ne ter değişim sen ay ömrüm ama halaldı seni bir tane sevgililedin. Diyesen o dönemlerde bu oğlan senin tepi atmıştı yok uydun ortalıkta seni bırakmıştı. Ona göre yüreğinin sıkıntısına gelmeye hediye yatırdın. İndi tezden o lelöyünle barışıpsan, indi beni zırt unutmuşsan gelin bütün kızlar belədi. Zehlem gedir. Yine gel bakarım. Yine Elə gel biz bakarım. belə xasiyyətli qız dostlarımla hamısı elədi aşkım hamısı barışır o sevgililerinden, o aclarla, o ləlöylərlə barışırlar, məni unudurlar. Ne var ki ayrılırlar, bunlar depresyona düşür. Aha Velizar, zırt. Velizar ne sizin göre depresyona çıkarandı. Allah hakkı ne vakti barışırlar, məni unudurlar. Ayrılırlar, Velizar olur, bunlar best friendim. Ama geçek kızsak, boyu neçədir? 1.70. Benim boyum 1.71. Oğlan boyu neçədir? Onun boyu 1.82. Ay, bəs... Boyu yekəyi hündürdür. Hə, yaxşı canım sən hiss edirəm üzünün gülüşündən, təbəssümdən hiss edirəm ki səni hər konuda mutlu eləyir. Canımsan. Arada çağırsana kız çay içməyən işte elə məndə bir kere. Çağırımda qurbandır. Ürəyin hara istəyir, mən səni alıb aparım, gedək oturaq. Yani var dostum ostu böyle kör topal dostum ostu var mı pullu? Bakıda heç bir dostu yoxdur. Yaxşı, Ancaq Rusya'da. daldan belə treneri falan tanıyır. Yoktu böyle kördan topaldan dostum ostu böyle eli cebinde pul oynayan sen Allah hakkı. Bakıda dostu yoxdur. Bakıda ancaq mən Fıran. Bir də treneri tanıyır şu. Hansı o Akşehir'deki bir tane var ya meşhur trainer oraya gelirsen. Qarabağa gedirəm də, məşhur. Ay mən o gün ay dostlar ay Qarabağ'a gelen o Qarabağ diye bir tane idman salonu var. Ay kızlar 2 metre bedenli oğlanlar. Yalandan ben Mustaqla arada Akşehir'den turuyuram da o Qarabağın önünden. Yalandan gedirəm dururam oradan üstten pencereden beni görürler oğlanlar. Bile kımışıram yalandan tezden gedirəm 5 tur. Az her gedende bir tur hamile kalıram. Bacı o bakışlar, o beden, o yaraşık ay çıkırlar hamısı da Range Rover kalike miniller bahalı oligark insanlar ama bedenli. Ay gerçekten hamısı çok yaraşıldı. Buradan bütün Qarabağ ay inşallah oranın sahibi beni bir gün çağırar gezdirer yalandan orayı mənə. Çok girmek istedim utanıram ya aşkım. Hara? Zala? Hə demək istəyirəm ki mən də idmana gəlim. Az idman eləmərəm ki gəlib Nə vaxt ürəyin istəyir, mən səni aparım. Orada mən özüm çox istəyirlər, tanıyırlar. Girək Allah ki idman eləməyəcəm baboş kimi yalandan. Baboş da elədi. Yalandan girib oğlan tutur orada. Ürəyin necə istəyir? Mən gələrəm elə yalandan belə baxaram. Olar mı? Onlar niyə olmur? Orada mən çox istəyirlər, özdə hamısı da tanıyır. Hə, hər şeyimdə laf soxuram. Duramıram, bir tərəzi bürcüyəm. Allah kahretmesin. Ağzımda bir şey tutamıram. Canımsan, öpürəm səni. Rahminə iyi bax. Rahmindən öptüm bacım. Allah ərini düşürməsin. Sən də düşürməsin. Hər zaman mutlu olun. Sevilin. Ərin idmandan sonra gəlsin. Enerjisini sən də doldursun. Canımsan, özünüzə çox yaxşı baxın. Allah sevgilin sənə, sən mənə, mən də sevgilinə, o da mənə. Qarışıq həyat ilişkisi. Canım sen öpürəm seni rahmin de razı olsun senden. Bay bay hayatım bay bay. Geçek kızdı ama indi Allah var. Allah göyde yerde Allah var. Bayıldım. Geçek kızdı. Problem değil. Güzeldi. Alımlı bir kızdı. Bayıldım. Geçekti. Lelövün bir kız değil. Geçek kızdı. Ha. Geçek tas geçek demek lazım. Gözleri. Bak. Bir beyakine bak bir de buna bak. Bunlar ancak ağaç tapar. Çünkü sizde bile ağaç tapan bir tip var. Beyaklı'da Ali var. Siz ancak böyle gaga tipsiniz. Az uşak var orada uşak. Bu Allah'ın cezası uşak var orada. Ya Allah çıldırtacak bunlar beni. O uşağın orada ne iş var? O uşağın tutuluşundan böyle burarak onu yatırın. Ne işi var o uşağın bu saatte burada yayında? Alo Şemkirli kız ne tersen ömrüm ay Allah kent kız sen. Ne tersen? Neçə yaşın var az Ne senin? kaybedersin? Neçə yaşın? 26. Ya Allah hakkı. 26. Allah hakkı. Hay. Hiç bu ses 26 ses okşamı rakıyorum. Efekt sesi de efektle açmışam. Bağladı efekt sesini ki gelsin. Sesi bağla efekti bağla işte. Tanrılarak yüreğim ne tersen ne var ne yok. Az bana bak bir şey diyeceğim. Diyelim sen.
Az haran yerliyəm, nənəm orada doğub, nənəm oralıdır, atam or, nənəm haram yerlidir. Həyatımda 4 dəfə Şəmkirə getmişəm, bu büzüşmüş nənəmi görüb qayıtmışam. Mən Bakıda pıtlamışam. Nasıl, bu da Uşaqlığımda yerlidir, haran yerlidir, zırt, Şəmkirlə əlaqəm yoxdur. Mənə bax, bir şey deyəcəm. Sen deyirsən də bir Adətəyən rahmi içirsin. Mənə bax, bir şey deyəcəm. O torpaqla o dihtavan, o torpaqla o dihtavan nə alaka indi Allah aşkına? Bax o Astroya gedirdim. o Astroya torpaqla gedirdim ona görə. samanlığın orada o şəkil. Allah'ım hansı o heç olmasa şəkil çəkdirən demədim ay bacı gege şəkil verdi bizdə peki. O nə day bacı? Yox da o da mənə kim idi baxaraq. Şəmkirdə qalırsan. Az mənə bax Şəmkirdə qalırsan. Hə, O efekt sesini, ay Allah o efekti çıxar. Allah haqqı bir tərəfin bürüşür. Sən Allah səni ant verirəm Allaha efekti bari dəyiş. Dəyiş görüm o ses effektini. Səsi də hardan dəyişim tanıyacaqlar. Sənin də yayında nə boyda adam var. Az səsi dəyiş də ses effektini dəyiş. Başqa effekt qoy. Səsi robot qoyun, nə qoyum axı? Qoy görüm başqa şey qoy görək hələ. Yaxşı da nə qoyaq da sən qocam nə qoyuram. Qoydan. Yaşın var sənin. Az yaşını qoy. Ay Allah qız elə bil məni alacaq. Deyirəm səsini dəyiş görüm. Ne olacak evlenir? Bu ne terdi? Ay. Bu ne terdi? Oo, bax işte gerçekler gün yüzüne çıktı. Sen 26 değil 36 kimsən elə bil. Allah haqqı yox xəstəsən. Sen bu sesle yazık oğlanları aldatırsınız eləmi? Yazık yetim oğlanlar, yanıq oğlanlar. Yox, mən bir dəfə getmişəm, ma bəsdir. Oğlan axtarmıram mən. Az yaxşı sən bu saatdə nə müəllim axtarsan, Allah sabah dərs haqqı. oxumağa. Bu saatdə nə axtarsan? Bax bu saatdə qız uşağı nə iş var? Yalan danışma zır Qız taxtar. şu an nədir xəstəsən, mənim elə bir dənə uşağım var. Hə, evlisən? Yo, ayrılmışam. Ana, bə nə iş görürsən? Heç nə eləyibdə. Şəmkirdə də panik zat. Hə, pul oradan gəlir. Hə, Yaxşı, nə panik zat dolanıqda yaşayırıq. canım sən. İnşallah bir saat 2 saatdə dur taparsan inşallah. Yaxşı axtarışlar, yaxşı avlar bacı. İnşallah belə avın biri çıxar. Canımsan Yaxşıyım, yaxşı. dualarım səninlə. Aşkım inşallah canımsan. Sağ ol. Sağ ol həyatım, sağ ol. Bir söz deyə bilərəm. Buyur canım Katya. O keçən dəfə Arzum xanımı qoşmuşdun, o pijama. Hə. Həmin xanım keçən dəfə sənin jestinə görə sənin izləyicilərin həm Röyanın, həm də Biraz bərk danış, içində danışına baxın. keçən dəfə o Arzum xanımı Keçən səfər o arzu. Keçən səfər Arzum Ay sağ ol. pijama Hə. Bax belə, ürəklə, hə. pijama üçün qoşulmuş, jest eləmiş, ona takipçi. Keçən səfər Arzum kimdir? Mənim yadımdan Hələ çıxıb. pijama üçün qoşulmuş. Mən keçən səfər Arzum deyə birini Əfruzə qoşmuşum. xanım Mənim yadımdan direkt çıxıb, hə. Əfruzə xanım dostu. İndi həmin xanım sənin izləyicilərinə hədiyyəsi var. 25 min nəfərə pijama mı verir? Yox. Ha. Röya xanımın konsertinə bilet, bir də komedi xanaya bilet hədiyyə eləyəcək. Kim? Arzum xanım. Oğlanlara da verəcək. Seçəcək də oradan. Ay, onda mən seçim oğlan hansı oğlanlara veriləcəyini. İndi PK-dadır, istəsən qoşularsan. Hə, az bir dəqiqə Röya xanımın biletinə, ay Röya nə idi anlamadım. Xanımın bilet verəcək, həm də o komedi xanım. Adı nədir onun? Arzum Baku. Arzum Bako. İndi %100 deyəcək məni takip eləyin, gəlin bunu eləyin bax. Bax. Bedava harda zırt. Ay canım. Sağ ol. Az səni tanıdım. Ay mənim adətli ay canım nətərsən? Yaxşıyam, siz necəsiz? Canım az elə bir menopoza girmisən. Hər ay şişirsən ay bacı niyə? Yo, kameraya çox yaxın oturmuşam ona görə. Mən də o vaxt eləydim qız uşağı vaxtında. İndi menopoza girmişəm, kəsilmişəm. Ay, hə danışsan. Çox detallı. Hə, o tanıdım səni. O gün bikini satırdın, ad geyim satırdın. Nətərsən? Bəli, yaxşıyam, siz necəsiz? Sağ ol. Danış görüm nəyin kampanyasını versən, nəyə versən? Deməli, yeni kolleksiyam gəlir deyə əlimdə yay kolleksiyasından ən qəşənglərini seçmişəm. Cəmi 450-500 ədədlə məhsul qalıb. Mən də keçən dəfə sizin jestlərinizə görə bir də xanımlar sağ olsunlar çox dəstək oldular. Mən də dedim ki, onlara qəşəng bir hədiyyə verim. De Allah haqqı. Allah haqqı. Deməli, mən Sən olacaq. Bu arada sözünü kəsirəm. Aygün Kazımovanın da konsertinə gedəcəm Heyal kahvəsində. Hara gezir, qutarı bu gün idi. Gedəmədik. Bilet batdı. Bilet batmadı, bilet yok. Ay ne bilet battı. Allah kahretmesin bana.
bilet vermədin. Tapanmadıq bilet. Ay bacı hamı alıb. Mən ön qavağı istəyirdim. Ay günü görüm ön qavaq ortada. Neyse Rüyaya giderik. Rüyanı almışıq. Ha Rüyaya almışam bu arada. En ön qavaqda ortada Hayal Kafesində Nə Rüya. gözəl, sizlə bir yerdə gələrlər. Mənim qara dırnaqlı bacımı görəcəm ortada. O da məni görəcək. Birbirimizi yaxından görəcəyik. Aygün sen kaçırdın hayatım ben. Allah'ın cezası Aygün. Ne olardı? Mənə biraz bilet vererdin de. Ne cimrisin? Bu Aygün çok cimridi. Ha Rüyanın ürəyi açıqdı. Aygün biraz şeydi. Egoluydu. Ay bacı. Ne olardı? Deyərdi Virzar gel. Elə 20 Rüya bacım. Ben sen geleceğim. Aygün de seviyorum. Ama Aygün sen de sevirəm. Yaz ne olar diyerdin yani tapanmadın bilet sana. Ay Aygün Allah hakkı. Gelip ortada oturacaqdım. Mənə arxadan Bir də konsert versə mən sizə hədiyyə bilet edim, söz tapamadım. verirəm. Ne bilet tapamadım. Kaldım belə. Bilet tapamadım. O Aygün'ün o teşkilatçısını görün bir yeri yansın. Bilet tapamadım. Ne gayrım en arkada bilet taptım o da dranklet bir yer. Ama bizim haberimiz yok idi Aygün'ün konserti olacaktı. Neyse. Son anda bildim. Son anda haberim oldu ama Rüya'ya Eybi geleceğim. yox, mən izləyirəm. Bir də konsert verəndə mən sizə bilet Rüya'nın verəcəm. konsertine verirsen değil mi? Bəli. Bir də izah eləyim qaydanı. Buyur hayatım çok danıştım evet sustum. He. Yo, o cəhətdən demirəm. Sadəcə danışım deyim ki, bütün izləyiciləriniz bilsin də nədir məsələ. Buyur. Deməli, yay kolleksiyasına görə əlimdə 450-500 ədəd. Gözlerini keseceğim bacı. Kaşının rengiyle saçının rengi uymur. Kaşının rengini biraz karalaştır. Yaxşı. Buyur. Gözüm ona takıldı 2 saat. He. Yaxşı. 450-500 ədəd məhsul qalıb. Düşünürəm ki, hər müştəri bir dənə alsa, mən o yay məhsullarını bitirərəm, yeni kolleksiyamı da götürə bilərəm də. Yəni büdcə cəhətdən götürə bilərəm o məhsulları. Ona görə də jest eləyirəm. Siz necə desəz elə. İlk 5 nəfərə hədiyyə alanların içində, məhsul alanların içində seçəcəm. İlk 5 nəfərə Röyan konsertinə bilet verirəm. 20 nəfərə də Komedixanaya VIP bilet verirəm. Hiçbir sırt anlamadım. İndi yani senden tursik tumuş alana. Yani ne kadar bir şey almalıyıq ki sen o rüyanı... Heç nə qədər. Bir dənə məhsul. Ay bir dakika. Gidək deyə. Bacı hə. Deməli, elə ki misal indi sən canlı yəni kimsə gedib paltar alsa, 5 nəfər, adi turmuş alsa, nə bilim marka alsa, səndən gedib deyə həmin adama 5 dənə adamı seçəcək, onların içindən birini Röya konserti bilet hədiyyə edəcək. Bir də səndən misal kimsə getsə 20 nəfər seçəcək səndən gedən. Onlara da Komedixanadan VIP bilet verəcək. Yəni yeyib içməli masa. Hə. Məncə 500 dənə pijam, 500 məhsul heç nədir də. 500 məhsul ala bilərik. Hə. Başa. Ha, hasta 500'e gevözləri bilet al Allah'ın cezası. 5 Elə yox, 500 ədəd məhsul. Məhsulların qiyməti 12-13 manat deyir. Bu da gedib ən VIP biletləri alıb. Sen en VIP biletleri ne alıpsan be? Sənə buna görə. Hə mənim jestimə görə ay bacı sənə Sizin jestinizdə qarşılıq jest eləmişəm. az yazıq 12 manata paltar satırsan ay bacı sənə nə Heç qalacaq? nə olmaz. Heç nə olmaz da. Yəni amma o mənim üçün çox böyük bir şeydir də. Yəni 450-500 dənə qalıb. O bitsə Adaya Mən Ramina. deyir ki, onun ürəyi o qədər genişdir ki, keçən dəfə mənə elə yaxşılıq elədi. Mən də deyir, dostlarım da var, bilet təşkil elədim deyir. Az Komedixananın o bir dənə VIP masası bizə neçədir? Sən onu getdin aldın. 20 dənə aldım. Ay canım, sən satdığın nə qədərdir ki, nə də hədiyyə edəsən. amma o mənim üçün çox böyük bir şeydir də. Yəni düşünürəm ki, müştəriləriniz hərəsi bir dənə izləyiciləriniz hərəsi bir dənə alsa, o mənim üçün çox böyük bir şeydir. Mən də işlərimi Kampanya eləyirəm. başladıq. İndi yəni alana nə vaxt təyin edirsən bunu? Düşünürəm ki, bu gecə yatmayacağam. Əgər yazsalar, bu gecə səhərə qədər sifariş qəbul edəcəm. Bir də sabah axşama qədər sifarişlərini bu sabah axşama qədər bitirsinlər ki, biletlərin vaxtı bitmədən mən onları alım, onlara təhvil verim. Anladım. Yaxşı. Onda mənim adımı verib səndən ürün alanlara kampanya Bəli. qoşursan, Röyanın konsertinə bir nəfərlik. Yo. İlk 5 nəfərə Röyan konsertinə bilet verirəm, 20 nəfərə də Komedixanaya bilet verirəm. 5 dənə bir də Komedixanaya. Hə. O xanaya mən Ay. inanmadım. O xana Ay gülməlidir. neçəsi Komedixana. Komedixana ha vaxt az mən də gəldim. Komedixana həftədə 2 dəfə olur, 2-ci və 4-cü gün. 10 dənə müştərinə. Nədir o? Mamam Çox gülməlidir. İstəsəz mən sizə Abi bilet ben bir verə tane bilərəm. ben o xanaya harda baxırdım bilirsən bacı. Bir dənə bir yer vardı. Bilirəm. Balaca bir VIP otağım vardı o vaxtı. Bir ay bundan önce bir ay kaldım bir dənə oteldə, balaca otaqda. O balaca otaqda bir ay baxdım. Rəşidə Akif'ten sonra gəlirdi 6-cı gün falan. Həmişə baxırdım hiç bir gram ne bileyim gülürdüm, çok gülürdüm ona.
Babam Müştərilər sondur. Müştərilər o biri telefonuma, nömrəmə zəng edirlər. Siz nömrəmi deyə bilərsiniz mənim keçən dəfəki kimi. 050 449 91 66. 050 449 91 66. Bu hanımdan zəng edirsiniz. Tırsük, lüfçi, her şey alırsınız. At giyimdi. Yani loru dillə danışıram da. Pijamadı, at giyimdi. Məni gözəl doğal insanlar izləyir deyə. At giyimlerde her şeyi alabilirsiniz. Alanda da kampanyaya koşulursunuz. Ama Velizar'ın adından alırsınız. Röya Hanım'ın konsertine ve Röya Hanım'ın konsertinden 5 adet. Komedi Xanaya da 20 tane bilet 20 verir. adet. Size güzel bir şekilde. Bir də sondur. Bir də məsəl üçün 200 dənə müştəri hərəsi 2 dənə tutaq ki 2 dənə alsa, pijamaların hal-hazırda qiyməti 12, 13, 14, 15 manat aralığında dəyişir. Sadəcə olaraq mən digər kolleksiyamı vuranda yay kolleksiyasını biraz artıq vurmuşam. Ona görə necə deyim, artıq qalıb onlar. Onlar da endirmə qoyub satıram ki. Sizin kimi marketingi güzel olan, iş böyle işinde güzel profesyonel olan insanları çok sevirəm. Sen kimi de emektar kadınlara Allah hemşe uruz bereket versin. Ben çok sevirəm böyle emektar kadınları. Allah hemşe bizim güzel hanımlarımızı kimseye mühtaç eləməsin. Hemşe ayakta dimdik durun, öz gücünüze çalışın, öz gücünüze pulunuz olsun. Kimsenin puluna mühtaç olmayın inşallah. Yani bu genç yaşında da evlenip gidip yalandan hayatınızı mahvelemeyin. Bak bu yaşta Mən 17 yaşımdan işləyirəm. Yəni bu günə qədər də bunu ancaq beləcə eləmişəm. bütün hanımlara sen kimi iş güç güvvet versin, eziyet çekin. Böyle ne güzel eziyet çekirsiniz, öz pulunuzu kazanırsınız. Kimsenin puluna mühtaç olmuyorsunuz. Çok sevinəm. İnşallah böyle alverinde bol gider. Mənə bak kampanyada da beni boş görüm. Kimler kazanıp adını çekerik. Bir də mən sizə 2 dəqiqənizi alıram, bir söz deyəcəm. Kim qalib olsa 5 nəfərdən konsertdən zəhmət olmasa şəkil çəkib Nikobaya atarlar. Mən çünki düzgünlüyü sevirəm. Burada da söz Biz orada verirəm. ben Rüyan konsertinde olacağım hayal kahvasında. Hə, görsələr sizi yaxınlaşsınlar ki, mən arzu bilet verib. Adım Arzudur. Desin ki, arzu bilet verib. Söz verirəm burada bu qədər millətin içindəki biletlərini təhvil verəcəm, sizə də şəkil göndərəcəm. Yaxşı canım. Çok sağ ol. İnşallah Sağ olun, tumanın çok limanı sağ olun. hamısı satılar. Canım. Çox sağ olun, sağ olun. O kadar Gecəniz satılar ki iş eynine giymeye tuman tapamasan amin inşallah bacı. Her şey satılan lümlüt yani şeyde aradan çıplak kalacak. O kadar her şeyin satılır inşallah. Canımsın. Dualarım seninle öpürəm bacımdan. Sağ olun, mən də sizə öpürəm elədim. Çok sağ ol ömrüm. Sağ ol. Sağ ol. Çok harcı girip Komedi Xanım'ın o VIP'sini içeri gör. 120 manat. Ne verirler oradan? yemek. Komikti. Böyle de deyip gülme. Yo. Ben bir tane orada bir tane o kök kişi var o komik gelir. Var ya kök. O geçekti o uzun boy kök. Ama yine çok biraz oldu gibi. Ha? Ha. Rüyan konserti bilsen ne? Bir şeydi Belizan değil eletinin altına kalanlar. Great. Səs bağla, səs bağla. Buradan gəlsin səs. Niyə belə oldu ki? Səs bağla, səs bağla. Oxudum ya Allah'ın da olsun. Səsi bağla. Sen bağla orada, sen bağla. Niyə belə oldu ki? Beyza biz kimiz sen tek. Ben deyirəm. Sifətə bax. Ay ne var? Bu kimdir? Bu nədir? Bax bu nədir? Bu hardan çıxdı? Bunlardan Bunu kim qoşdu bura? sen koş. Mən elə şey eləmərəm. O Beyza özü koştu. elə sən də ki, Aa yok her şeydi kamera uzaklaşıyor. Sen tuvalette elə durursun ha. Ben normal. Yanan Allah'ın cezasından cezan al. 2 tane az yığışım oraya yalanla kız tutmağa göre bunlar da yiyilenmiş. Kana şey sabir söylüyordu niye eğilir? Ha mən görəndə cırılır axı indi. Güya cırılır bu kişi xeyli bax mən görəndə cırılır. Zırt. Sizin de sesin var. Yankı eləyirik, yan yanasız deyən. o səsi bağla, bağlayıram mən burada. Niyə Yan gəlirsən? yanasınız. Elə mi? Sizin takipçisi falan yükselsin diye ne bileyim. Kim biz? Yankı eləyirik. Allah'ın belaları yankı. Gözle.
Öz səsini işlə. Biriniz Məhəmməd, biriniz bağlayın. Bağlamışıq da, yenə bağlamışıq. Allah'ın cezaları. Əfşo, indi eləməyəcək yankı. Şöyle gəlir səs. Omlet. Səs nə istəyir? Gel. Səs gəlmir. Gözləri qardaşım. Yanına versin. Kamera omletin yerine düştü. Səs xəstəsən sən? Hə, Velizar. Buyur, ne var? Dedilər Velizarı qoşun. Biz Yankı yapın. Sən də dayı. Orada aç onun səsini. Allah'ın cezası sesiniz karıştı birbirinize. Aya biriniz yayına girin de Mehmet kimi niye ikiniz de yine hesaptan iOS hesabınızdan açma. Ha indi gelir. Abi mən hara getdim? Abi bir dəqiqə. Bir dəqiqə deyirəm. Ortala Sabir de görünsün de Sabir Erim de görünsün. Valla gör burada Sabiri. Bax Sabiri. Ortala da kamerayı He. Bu niye böyle durum içine, sen niye başının bedenine gidip? Qanımı qaraldıblar mənə. Bu kimdən xoş gəldi elə də olur da. Serial da baxır. Ne alaka? Hardan gelirsen? Toyumuydu da bu gün. Evləndim. Kiminle, hansı biriyle, hansınla? Nə hansı ilə mən bir dənə sevdiyim var idi. Ne aslında ne bak metropolu görürüm ki her gün her saat bir kızla gelip oturursan. Kimse Hansın dersen, Hansın sevgilisi. Arvad sırası. Onun adı neydi? Hansın adını dersen onun adı. Ay Şirileva bacım. Benim oligark bacım. Ay sen Allah bu aşk sevgili aşk oğlanlardan sen canını kurtarmışsan Şirileva. Tapmışsan gözüne kurdu sevgili. Allah sevgiline versin. Ay bacım Allah bu aşk kimi yaraşıklı olup ama aşk leli öğünlerden ay kızlar Allah bizi kurtarsın. Canım sen Şirineva çok sağ ol ömrüm. Bak Nə qədər qız var uzaqlaşdırır bizdən. Aj deyir, uzaqlaşdırır bizdən. Bilir, daha mı bilirdi onsuz da öz. Mən Velizar arvadım var, mən axşam divanda yatmaq istəmirəm. Ay sen özüne tursikalanmırsan ne kadar. Allah aşkına yani sen özünü tuvalete kalkıp giden misin? Sen de arvadan eter bakacaksın. Ben bak omlet sen ne dersin? He yaşa. Omlet. Omlet nədir mənə deyirsən? Omlet nədir? Xoşum gəlmir. Zarafat olsa bu cəmaat yaxşı baxmırlar. Omlet. Qulaq as. Ay Velizar, qulaq as. Dünən dediyin o söz nə idi? Canla qayıp demişsən ki, bəs Hamlet qızla oturub qız Hamletin şotunu verib. Aa kim? Mənə birincisi bunu izah elə ki, elə bir şey Yalan diyen ne olsun? Yalan diyen ne olsun? Ben hayatımda şer, böhtan, iftira o. Ben hayatımda kimsenin arkasında bir şey danışmam. Ha gelir, Katya gelir. Ha. Katya gəldi. Omlet. Çekil abi. Hamlet nədir? Abi bəsdir. Ay omlet. Bir dakika diye. Başka baktı PK'ya koşulandan sonra yayınlar kayıtlar çıkırsa danış Rəfiqə. Sonra özünü paralıysa ay dedem gördü, ay Nəsim gördü, ay köküm gördü deyirsən sonra bir dakika 1 minut sonra təzdən PK'ya atırsan özünü nə istəyirsən prim kasırsan Mən atmamışam PK Sabir atıb hadi gözlə qışqırma bir dakika dişlerini göster başka bak dişler göster Sabir dişler göster başka bak O da orada. başka vaxt özünü para alırsan deyirsən ki ay Velizar məni qısırsan mənim qohumlarım mənim atam məni belə elədi özün PK Mən elə şey deməmişəm mən qalib şəhər böhtan atma bir dəqiqə Şərbətdən nədir? Qışqırma buna Sən öz qohumun gəlib deyib ki, Az yenə qısıtlamalar. sən öz qohumun gəlib deyib ki, Hamlet belə eləyib. Biz nə bilə, biz saf, biz heç nədən xəbər olmayan, Azərbaycanın ən gözəl, ən saf, ən heç bir səhvi olmayan insanları yer. Sən məni tanımırsan ki, kimsə sözünə inanırsan, hansısa bir adamın dediyi sözə oturub ona inanasan. Sən əmin ol, gəldi Ağşəhərdə Range Rover'lə cırıla gəldi yanımıza dayandı. Gül almağa gəldi, cibindən 5 manat. Mənim qohumum cırılmır, mənim 5 qohumum manat. cırılmır. Ona göre de qayıtdı dedi ki belə. İndi sən də bizi bəyənməyə, sonra PK'mızı bəyənməyə. Eləmədi. Dişlərini göstər ona. Söhbəti fırladır, dayan söhbət. Ona göre yalanla prim niyetine, takip niyetine koşulma. Bize koşulursan ki kızlar seni takip atsın, kızlar seni yazsın ama kızlar ağlınız olsun. Bu Hamlet günde 5 tane kızla danışır. Her gün hara gedirik Hamlet'i yadı bir daha. Əlim üzümdə qaldı. Allah mənim həyatımda bir dənə qızla görmüsəz, Allah məbada yox eləsin, kişiyə bölün. Ona göre boş verin. Hamlet kayıtların yeni yayınlandı demek ki. Mənim həyatımda indi kimi hansısa bir qızla görmüsənsə.
Görürsən Bir de ya. metropolun dili olsa da danışsa. Metropolu ben kızlar Social'ın başka dili yerde olsa da sen danışsa. burada yandırırsan sen. Ben haradasın. Yani sen PK... Metropolda yok. Sonra gelip Metropolda bizi hanım ağlama efendi ki. ya. Sonra Orada gelip oturma bizi ben sərfilənmə. Düz değil. Olmaz. Sonra gelip bizi ağlama ki. Benim kayıtlarımı dedem gördü. Sildirin bunları deme. Dişimi göster buna. Az bir Sabri'nin böyle saftirik durmağına bakmıyor. Biz sen de çok bilmişti. Oo. Az ilandı gözüyle hamile koyur. Mən gülmənə dəyməyim. Mən görsün mən sakit dayanmışam. Ona göre hamle et. Bugün kaydın yayılsa sonra bize seher kaydedilme için yazma. Kızlar Mən bunu sənə qayıtsından görə yazmamışam ki, mən sadəcə deyirəm ki, olub olmayan şeylər bil özün mən Biz demedik. Biz demedik. Senin doğma, kanından damarından geçen emin oğlun. Bütün Bildim bu əmoğlu indi neyinə biləm, yaxşı bu boş bir şey Sakalları danışır. olan, 1.75 boyu olan, Ağ Range Rover'in sağ rolunda oturan oğlan bize dedi ki belə hal baş verdi. Dedim Bu ki əmoğlulla şey yapma, bu əmoğlu güzel Allah insana sana bir tane sağlasın, gül tamam. al. Gül beni alma değil. Nete siz böyle başka vakit cırla Ay, məni tanıyırsan, mənim səslimiz olduğunu görmüşsən. Mən əmoğlu deyil bu İksafı adam. sürmeyle değil, Range Rover sürmeyle değil. İnsanı gerek merd olsun. Böyle çıkarsın desin ki Mənim bilmirəm, mənim namətliyim görmüşsən. Tursikalabır bu aşıklar aşık. Ha. Şimdi yine PK. Ne koşulmuşsan PK'ya? Az bunlar gidir orada lelöğün kızlara. Harda 2 manat 25 kepilik kızlar. Sabir değil, sabir değil, Hadi oradan sen de lese gel de lese. Ha, mənim üstümdən görmüşsən, mənim geçim qızla görmüşsən. Harda kokuşmuş insanlara, geri 50 kepili insanlara pul harcayarsınız, bizim gibi kaliteli, oligarklı insanlar, bakımlı süslenmiş insanlara gelende acından ölürsünüz. ölürsünüz. Dişimi göster, Kadir dişimi göster. Sen koyun sana dişini göster. Kulak as Hamlet. Şimdi sen bizden prim kasamazsın asla. Gel. Kulak as, Biz yaşlı bir kulak as. kızdan istersen de takip gel et. lan, Sus bir sus. Eli. Hayır abi sus ya. Göz Sabir, stop hele. Sabir Stop hele. asla defol oradan 2 tane Siz dedi, ağaç. pakızlar, Allah cezalar. pakızlar, Zeynep gırtılar, getir sana. yalancılar. Ders verme şey best. Sağ ol. Ama yaraşıklar. Ama geçesiz. Geçiyor olanlar. Ama geçesiz. Ama geçesiz. Ama hayatta o değiller ha bu arada. Ay hayatta o değiller. Ay Hamlet'i görmeleri. Hamlet böyle danışır bak. Götür. Tamam okey ağzını açması okey geçey uşağı. Allah var. Geçey olsa geçey. Bir de oğlandı. Güləndə buraları qırışlanırmış. Koca Sabir de hiç sabir susacak. Sabir danışmayacak. Uşaq Danışmayacak. gəlir Mıxməmməd kimi. Ay neyse o joxlar. Birinin əri yadıma düşdü. Hə. Birinin əri kimi gəlir elə bir müzəlikdir. Belə odun kimi. Ama kardeşi de dönen öyle. Aa. O ey Ay, kardeşi de. kardeşleri sıkıcı, ay. Dün oturmuşam derim salam. Başın verir. Abi bir insan danışır. Salam abi diyelim. detərsən denən Katya gəl bir dənə yəni Görüşək. Sən burada yanaqlarını Mama salam, mama mən. Mama nətərsən mən mamam da oradadır. Mama! Mama! Nətərsən? Ha, yani ona göre onlara inanmayın. Hayatta değil yaraşıklı, simpatik oğlanlar değil. Bizden prim kastılar. Böyle koştular PK'ya. Sonra arkamıza geldiler başladılar Berizler'e ki ay Berizler mənə niye bunu dedin? Azanlıq Hamlet o gün mən oturub belə elə mən ətəm, mən üzdiyim, mən ətəm, Atasına kutu güc canlı da hediye atır. Atandan qorxan zortsansa, atandan qorxan omlet. Sən atandan qorxursansa mən onayla ha. Atandan qorxursansa səni Düz nə deyil. zırtıma yayına. Düz deyil. Düz deyil. Düz deyil Canım sən. rəfiqəm, hər şeyimi onaylayır. Korkursan koşulma yayına. Ay, sağ ol. Korkursan PK atma. Ay, ne Çölde diyorsun dostluk. güzel. Ne Çölde diyorsun dostluk o ayrı. O ayrı. Ama PK'ya Ama koşulsan. PK'ya asla ne desek düzdür canım Ha, rəfiqəm. ona göre boş ver. Hiç Canım sen- onlara göre de keyfi boş. Aa sonra ne bu? Ay ajdaş şey. Daşlı qaşlı oğlan. Daşlı qaşlı oğlan. Allah kahretmesin. Arada dilinde kaçır. Yani o kadar nervlənə də olur da nervli anında. İstifadeniz zehrem gelir. Hə. Az fidanı sen Allah salam dene. Fidan. Hans Fidan. Fidan. Ay Fidan. Ay senin dırnağın kopsun. Ay bacı nətərsən ömrüm. Fidanım. Fidan. Fidanların içinde boğul geber seni. Ay seni balinalar emcüklersin. Ay Fidan. Benim güzel göğçey açılmamış gonca ruhani tertemiz. Ay rahibe Teresa bacım. Ne sersen mümine bacı. Ne tersen kavağın önünde baş eğrem. Canımsan öpürem Fidan. Kimiydi bu Fidan?
Dostum. Ay, dostumsa da ağacdı. Sen bütün dostlarına ağacdı. Değil, sen parfüm alacak. Ha, parfüm alacak. Ay benim canım fidanım. Az öpürəm. Emporiumdan al aşkım. Ha, 200 milim falan çok balaca istemem. Yo sen şeyde beğendiğin parfümü demiştin. Börbüre. Ha. Börbüre. Ay canım fidanım. Canım seni çok seviyorum. Hem güzel kokulu bacım teravətli. Az her silip ile uyunursan, ise silip ile hemşe temizlenen kızsan. Canımsa öpürəm. Benim kiselenen aşkım. Kurban olurum. Az kiselenen. O kadar temiz kızdı ki kiselene derini çürüdü. Canımsan. Ne? Fidan. Pak fidan. Temiz figan paklı. Yaxşı. Çok övdüm elə bir daha bir-biriye. Salam. Oy, salam aleyküm. Ay salam İsmail. Necəsiz? Çok teşekkürler siz. Çox sağ olun, çox sağ olun. Canım Ay xahiş edirəm. Ne olar filtreye kaldırın da dodağınızda ruj rengi görürəm. Bütün benim kayfım ölür. Ay, mən nətə sildir effekt? İfti sildir, mən sildir. Oy elə bir dodağına pamada sürtüb. Tamam, o sildir. Hayatı. Oo. Bu nədən sildir? Vallahi bacım Sen çıxmır. Allah kaldır o efekt. Allah hakkı şey olur. Quran haqqı mən bunu silə bilmirəm. Allahın dozu özüm qalmışam birinci güzələk. Bu nədən sildir bilmirəm. Arda sen aşkım aralısan. Hacı Qabul. Bakıda harda olacam? Siz hardasınız? Ben indi kaldırdın. Ay, indi yaxşıdır. Mahnı bağlı da. Necə? Mahnı bağla. Bağladım. Ay, mən sizinlə necə oynayım, başa dönümsəniz. Mənim kimim var ki, bir şükür diləyəsən olsa mənə. He, ne bak yüzün ne işe parlıyor. Krem falan sürtürsen. Yox, mən qələtləyərəm. Mən niftir öyle. Yalnız az gırtlağımda kaldı. Yanınızdaki kimdi? Bu deyə qədər. Ay ya. Ne giyecek? Balaca boydu elə bil. Nə boydu? Bir Balaca 60 boydu. boy var, bir 60. Ay çevir onu blokla. Ben bak sen boyun neçədir? 1.78. 1.70. Ay canım ne giyecek? 2 tane bak balaca oğlan. Allah mesin. Ne oldu? Bir Bak balaca. 1.80. Çok maral tergisi kimi. Yok, teleporsiyon kimi parıldayırdı. He, Tülü Borçal'ın üzü de elədi. Yaz, illərdir üzünə o arvad ne krem vurur bilmem. Bence nehre yağı ile yuyunur. Telli Borçalı'ya bu arada salamlar olsun. Çok seviyorum ben o ponçiyi. Bu arada telli... He. Telli Borçalı şirin. Onun bir yayın, canlı yayında o Gürcü Xəncərin yemeği var idi. Tellinin ben canlı yağını açırız o. Az yoxsa şeydə... Telli deyəsən əmcək yağı ilə falan yuyunur. Her yeri paspar balıqda arvad. Yıllardır telliyi görürəm. Həmişə parlayır arvad. Bilmem ne sürtür, ne gayrı. Ben sürtenden mi sürtür bilmem. Parlayır o. Ben parbaz parlayır. Maral Tahir kızı da geçecektim. Ben Maral Tahir kızı... Güzelləşib bütün canlısı. Maral, he, Maral güzelleşir. Hakikaten Maral'a okşuyor. Biraz da mı ölmüş bir Onun bir Maral. banısı vardı o vaxtı. O hansı Lady Gaga'nın mahnısı. Bayılırım onu adabrakadabra. Parlayır. Vazelin sürür bence. Ha. Maral kaçar dağ üstte, bülbül bağ üstte. Maral kaçar bağ üstte, bülbül uçar bağ üstte. Niye benden yüzürsen dağlar üstte bağ üstte. Maral kaçar o üstte, o bülbül uçar şey üstte. Maral uçar onun üstte. Az değilim de üstsüz adamım ben. Bu kısıtlamaya rağmen yine de deyip gülme eğlendim. Ne gayrı ölümlü dünya. Selam ne tersiz? Neyse Velizar. Kaçan. Adınız Kaçan. Kaçandı da C harfi. Qasan. Kaçan. Bəli. Ne demekti Kaçan? Adın Həsəndir də. Sen Kaçan nedir? Həsəndir, Rusca Həsən. Rusça Hasan. Bəli. Hasan yazılı bu ara. Bəli. Niye biri kıpkırmızsan? İşmişəm ona görə. Vurmuşsan. Toyda geldin yoksa bile evde. Yo, toydan. Kimin toyu? Dostumuz var onun. Of. Haralısın sen öyle Kaçan. Bakırı. Sen haralısın ömrüm. Zənciranlı. O zengilan neye meşhurdu aşkım? Ağa nə alayım, nə var sənəyim? Ay can deyirəm zengilan haras meşhurdu ömrüm. Ağaçları. En çok ağza kaçtı. Ay, nə bilim valla. Aşkım boyun neçədir ömrüm? 1.78. Neçə yaşın var? 22. Bana bak çete bakma. Beni öldürme. Ne iş görürsen? Ne edirəm?
İşin nədir? Mənə bax, mənə odaqlan, çetə baxma. Ha, baxdım. Mənə bax, gözün alta qaçır, üstə qaçsın gözün. Nə iş görürsən? Alta qaçır yenə o göz, gözün çıxsın sənin inşallah. Ayda var. Mənə bax deyirəm, mənlə danış, adam kimi söhbət elə mənimlə. Nə iş görürsən? Taksi sürürəm. Bolt, Uber, Yango, hansıda? Bolt. Bolt, getir mənə bir Bolt. Boyun bir ailənlə qalırsan, tək qalırsan. Ailəmlə. Ağcabəddə qalırsınız. Yo, Bakıda. Harası? Masazırda. Masazırda, kiradır. Yo, öz evimiz. Sən səsin nə yaxşı çıxır, belə karakterlik bir səsin var, Bana. Ayaq nömrən neçədir? 81. Ayaq nömrən. Ha. Ayaq nömrən neçə? Bax aşkım, üz verəndə üz astarını istəyirsən. Adam kimi danış, söhbət eləyək də məndən. Niyə biraz? Ayaq nömrəm 42. Danışda adam kimi danış. Bax, üz verəndə hemen bir tərəflərin qalxır. Hemen. Bunlara birazcık üzünə güləndə hemen o qıldı tərəfləri bir tərəfə belə qalxır havalara doğru. Danışaqda gəl insan kimi danışaq. Çetə baxma, mana bax. Çetə baxma, mana bax, mana ekrana bax, mana odaqlan, çetə odaqlanma. Hə, ayaq nömrən neçədir? 42. Tək qalırsan, mana bax. Tək qalırsan. Mənə bax, Allahın cezası, mənə bax. Nə qayırırsan o çeti, tapmısan gözəl mamlı matan, mənimlə danış, ürəyim sıxıldı, daraldı, ay Allah rahmim. Hə, mənə bax, rahmimi daraltırsan. Boyun neçəydi? Boyun 1.78. Bir qalx baxaq da bir gönlümüz gözümüz bir geçək olan görsün. İşdən gəlmişəm, yorğunum, soydan gəlmişəm. Demirəm, soyunda özünü bir şey havalara göndərdin. Deyirəm ki, qalx boydan bir baxaqsan. O 2 saniye qalxmaqla nə olacaq aşkım? Qız uşağıdır. Bax indi qalx. Qız uşağı. Bax gəlir xeylər qalxmayacaq. Gəlir xeylər qız uşağı. O qalxanda bunlar daralır. Qalxanda bunların bir tərəfləri ağrıyır. Qız uşağı. Yaxşı, yapış o koltuğa, elə orada otur. Sabaha qədər yapış inşallah. Oraya elə sabaha bir həftə otur orada. Qoxa yapış. Əsəbləşmədən, niyə əsəbləşsən? Elə tualetini də elə oturduğun yeri elə. Sakın qalxma. Bunlar elə bu qalxanda bunlar elə bir neyse olur. Deyirəm qalx da bir, nə olacaq? Maral qaçar buz üstə, bülbül uçar dağ üstə. Maral qaçar, ay mənim aşkım, Eltonum, xoş gəldin, nətərsən ömrüm. Evdə sigara çək. Mən də bəyənmədim məni. Geçi oğlanıydı. Ay hədiyyə. Ay Ren, hara kaçsın ay Elton, Allah'ın belası Elton, hara kaçırsan? Püh, Allah'ın cezası, senin o sir sıfatına hansı kız dursun da baksın Allah'ın çirkin Elton'u. Beğen biraz beni değişir. Ay Rene, çok teşekkürler my brat. Bratım, öpürəm senin yanağından. Əxi brat kardeşim. Reneciğim, Kamran, ay Kamran, çok sağ ol ömrüm. Bu aralar yaman oğlanlar hediye atıram bana. Ne meseledir bilmirəm. Kamran. Ya Kamran. Seni çok seviyorum. Ay kocacığım. Kocacığım mı? Ben neler duydum, neler söylüyorlar. Belizar evlenmiş diyorlar. Ay aşkım, senin karın bir diyemiyorum da senin sevgilin bir Deme öyle şeyler. Yapma. Yakıştıramıyorum, hayal edemiyorum seni o şekilde. Ay seni güzel bir kızla tanıştıracağım, bakire kendisi. Ay kemiş oğlana. Oynan qutar mənə şeylə. Az yok danışaqda ne olacak? Yox, içimizdə alınmır can, başıma dönərəm. O oynan danış, sonra at başıma dönərəm. Üçlü sevmirsən. Yaxşı bacı, onda sen çıx, mən bundan danışım ki. Mən necə çıxım şeydən, oyundan? Girdin ay bacı bu ortama, danışaq gəl mecbur. Bu görüm necə. Belizar bu mu? Üçüncü kişi bu mu? Evet, üçüncü bu benim güzel küçücük genç kız arkadaşım kendisi. Kız Kemşar. Az gel danışalım. Yox, mən danışmaq istəmirəm. Mən ancaq səninlə danışıram, başqasıyla danışıram. Ne olacaq? Bir kız uşaqsan, rahibi terasa. Yox, kişi deyil, ancaq vəli ilə qoşul, başqa adamla qoşulmaz. Az danışsa ne olacaq? Dəli de. Yox, o mən çıxardım da buradan, ne olar? Allah cezim. Ateş mənə bax, Kemale Hanım çok güzel bir sanatkardır. Çok güzel sağ ol.
Güzel Sağ bir ol, Vəli var güzel ol. bir boylu pukunlu, spor yapmayı sever. Güzelce her şeyleri çok güzel Kemiş bacımı. 1.80 at gibi hanım da at gibi bir hanım. Öyle mi? Boylu pukunlu tabii canım. Kemal Hanım. Kız Kemiş tanırsana ateş. Ay erim- yo, sağ ol, kişiyə məni Ne öldürmə, olacak? sən ol, Benim sevgilim senin. Ay bacım Müslüman malı ortak paylaşım. Danış ne olacak? Az teze sevgilimle bir tanıştı ondan sonra danış. Kemal konuş. Hanım. Eliniz ağır mıdır Kemal Hanım? Bilmərəm, kişiyə döydürməyim mən, sağ ol. Mən necə çıxmayım buradan? Aa, Kemiş Allah hakkı ile bir gören de diyecek ki kız Ancaq sənlə qoyurlar, başqa adamla qoymurlar. Ancaq Az sənlə. ele, gören de ele bilecek Kemiş Hacı Hanım da az danış ne olacak? Kemal Hanım. Az danış da boy. Eliniz hafif midir Kemal Hanım? Mən necə Ah, çıxım ateş. canlıdan? Kız konuş. Kemal Hanım. Hadi Kemal Hanım, Kemal Hanım birazdan dövülecek. Çıkmaq lazımdır buradan. Kemal Hanım bir beni dinleyin ya. Kemal'e kilitlenmiş hem PK'ya Kemal'e kaçırmış. Az Kemal Hanım. Kemiş buna gel buna bir daha şov edeyim. Atışmamış elime yapış ceylanım. Yağış tökme bakış ceylanım. Atışmamış ateşe yapış. Atışmamış ateşe Nizar yapış. bu kadınlar hiçbir alt bilmiyor. Şunları biraz bir şeyler öyle cilve milve Hayır, bitmiş yok bunlar ki. be. Kemiş bacım değil ki ben seninle konuşsam benim kocam diyor ki beni döver korkur. Kız uşağı. Nasıl döver? Balaca kız uşağıdır Kemiş. O korkur tez evlenip. Der ki seninle danışsam konuşsam Hani seninle. bakire dedin. Ben Ancaq sənlə qoyurlar, Vəli. İnan, ancak sən senle başqa adamla qoşulmuram. olmaz. Deyir, ben kutsal bakire rahibe Teresa'yam ben Kemiş deyir. Ben deyir asla Hacı hanımam. Deyir ki ben başka oğlanlara bakanmaram. Hiç vaxt. Az da onda Kemiş dur bunu bu aj da olsa da Kemiş Allah aj yaraşıklı da ama bacı ajından ölür. Ona baksa bak. Aşıdan ölür mü? Ay hadi bak. Simit yemekten simite dönmüşsen az. Ay Allah, mən qaldım burada. Ay Kemiş her gün yumurta kaynadır giyir. Ay Allah, mən necə çıxım? Ay bacı soyutma kartuşka yemekten soyutma kartuşkaya dönüp. Ay Allah, belə şey Bak olar. gözüm ben seni atım ömrüm. Ay ateş bir çıkar mısın ne olur bir hanımefendiyle konuşayım gelirim aşkım kocacığım kaçak nebim benim kaçak nebim bığlarına kurban bığlarına. Sən ürəyim partladı mənim. Gel bacı gel ne tersen. Yaxşıyam, sən necəsən, nə var? Ay çok da teşekkür ederim bacı. Ne güzel kadar şey vaziyet. yaptın. Hint kraliçası Hindistan'ın kraliçası. Ya, tiki lan. Bülent Ersoy Hindistan'a gidip onu tapıflar. Sen de git sana da tapsınlar. İle Hintlilere okşursan, Budalara okşursan, Buda. Buda'yı bilirsek de onlar hamını Buda zannedir. Buda adı Allah onlar ineğe de tapır, Buda'ya da tapır. Böyle berli bezehli. Biz gitsek ikimize taparlar ya gene. Müqəddəs olarıq orada. Kemiş bacım yine Temu kızılarını takıp. Neyiniyim ay bacı? Niko neyiniyir? Salam söyle. Sana bak. Ateşli sen gönderdin şokolatları yeri. Az Kemiş bak. Kemiş bana dedi ki Verizar sana hediye göndereceğim hediye. Az indi biz de bundan Niko'yla oturup dedik ki ooo indi Kemal'i Güneşli biz de oligark bir hediye göndereceğim. Bir haftada Kemiş özünü çırır. Az hediye göndereceğim. Ay indi diyor ki vay gele ne gelecek. Az bu şoför var bizim tanıdık şoför de indi o uşağa demiş ki sen götür gel de Kemiş bak. Hə. Az uşaq gətirib dılğır 2 dənə qəlbin içinə bir şey qoyub sneakers'ını. Allah'ın cezası Kemiş. Herdən aldıq 50 qəpini də kofeyi soxuşturub ora. Biz eldən aldıq. Afsus dedim indi Kemiş. Bir dənə də araya bir dənə bahalı Red Bull'u soxuşturub ora. Ay bacı o qədər dolu-doluydu ki o bir ayda onu geyib içirik. Nur, sənə qurbandır bahalı hədiyyələr. Ah canım sağ ben hayatımda belə bir bahalı hediye görmemiştim Kemiş. O, sevərək yığılıb, sənin üçün bicə, sevərək. Yalan danışma o da reklamdan değil mi? Reklam getirip o da sana gelmişti. Sen de dedin ki Belizar'a kakalıyım. Ay yo, özə kakalıyım. Sen öldür onu yığdırmazsan. Mütlak buna reklama gelip reklamı da bunda deyip geride kaldı. Az yok yok. Bize hediye geldi. Boks hediye falan. Buna dedi bokstan falan hediye gelip bu da deyip ki kakalıyım. Az yok Az bir de buna ben seçip bana böyle buna balaca gönder. Ay içine de nazar falım sakızı falan koy. Bak insan bir ay Kemiş Allah ne Baxmada nazar deyil. aktarıq ki sen Gözləsən olsa. Az Kemiş öyle kızıllarını oraya koy ha. Az ki bacım o kadar pul kazanırsan ne cimrirsen az sen. Belə də.
Mən bax, səncə o qızılların bijuteriyadır yoxsa qızıldır? Sən həmişə dobra konuşan, dobra danışan bir xanım olmusan. Bijuteriyadır mı? Qızıldı, qızıl. Prostoyun bizim yanımızda nə işi var? Az yalancıdır. Az yalandan deməsən Allah kirpiklərin düşəcək. O gün bak bir böyük əlində qızılın vardı. O qızıl asla değil. Valla. Probunu da gösterdim də. Az hə. Allah haq. Deyirlər prostoydu hissəndim dedim gələ. Amma yəni o qədər pul qazan. Az en sonunki o olay nə idi? Ansı? Çox hirsləndik ona. Mən çox istəndim. Mən olsam o mikrofonu tepəsində qırardım. O bura nə Elə idi? hamı onu deyir. O mikrofon təpəsində qıraram. Sabah cavabını verməyə var axı. Yəni, Mən problem lazımdır axı. Resmen açdı qoydu. Yəni mən orada şok oldum hacı. Az açmadı. Açıq idi zaten. Ay gülüşünə bayılıram kəmişim. Hə. Deməli səhnəyə çıxan kim olur olsun. Kim olur olsun. İçki içirsən özünü yığışdır. Səviyyən olsun. Əlbəttə ki, özünü apara bilmir də. Bir qadına Ay deyən sən canım. Az kəmiş sana bayılıram. Bir manatlıqları yerə atırsan, beşliyi qoyursan arasına. Az sən də az deyirsən ya. Allaha and olsun. O 5'liydi, 10'lukdu, 20'likdi. Olan hamısının öz yəsi var. Orada uşaqlar var, qapıçılara hörmət edirəm, ona hörmət Ya edirəm. müzikatçılar var. Bəs nədir ki? Ona Şey görə var, Nigulyası var, Nigulya. Bacıya bayılıram. Bak bir manatlıqları elə belə yerə atır. Beşlik qalır burada. Beşliyi heç yerə atmır. Birliyi yerə atır. 5'lik alır, yox birinci 100'lükdən başladı. Sonra keçdi 50'liyə, sonra 20'liyə, yavaş-yavaş pulu qurtarırdı. ay çalmış qulaq ası. Keçdim o Nigulya gəldi. Mənim bacımın. Mən də sakitcə durmuşum, oynayıram. Az Nigulya'da Pakistanlı qaraçılar olur. Az Nigulya elə bir sınırdan belə buraxmayıblar. O Pakistanlar, Hindistanlar olmayı belə mültəcilər. Hə. Ay Nigulya. Maskasını gördüm, bir də gördüm kimsə durub qabaq. Nigulya'nın maskası da koronanın devrindən qalma maskası değil. Azaradon maskası değil. Korona devrindən qalmayıb. Onun bir dənə gözəl siması var. O gözəlliyin gizlədir. Siz onun maskasını görsəniz. O niye gizlenir ki? Onun sevgilisi falan var. Çəkilişlərdən gizlənir də. Çəkilişə düşmək istəmir. Yaxşı. Bak bu her şeyde özünü sokuşturur. Görürsen senin Katyan çekilişlerden gizler. Bu da her şeyi özünü sokuşturur. Katya belədir də. Hə, mənə bak bir şey diyeceğim. Hə. Bu Ophelia ile aran birleşti. Çoxdan, əlbəttə ki. Az Ophelia mən tanıyır. Niyə tanımır ki? Səni tanımayan var. Az Ophelia'nın sesi geçeydim. Böyle bir ses çıkarıyor arvad. O hər cürə səs çıxardı da, onun səsi Ay qəşəng. aşkım senin sesin neçə oktavdı? Maral Tahir qızını keçir 8 oktava. Hadi zarafat bir yana var mı bir iki? Əlbəttə ki. 2-yə 3-ə rahat çatır. Ya Allah hakkı. Hə, mənim səsim var da. Sen canım 3 oktavlık bir şey bir mırıldan ne olar? Ay yox, havəsim var. İşdən gəlmişəm, yorğunam, nə gündə yemək. Bugani dedin hər an oxuyar. Az elə belə də bir opera. Mesela opera falan okuyabilirsen. Bence sen çok savadlı bir hanımsan. Mənə elə gəlir. Allah hakkı opera. Bilirsən opera? Opera elə arya zad yox, yalan nə danışım, amma belə zil səsim var da. Ne olar çıx da belə o sole mio sayfroniate. Oo, sağ ol səni. O sole mio sayfroniate. Sayfroniate. Bak görsün bacı çıkıyorsun. Ay az bir tane aramızda kim eksikti bilirsen Maral Tahir'in kızı. Mən istəyirdim deyim. O bir dənə məşhur mahnısı var. Alejandro. Bak sen sesin niye xışıldayır? Hə? Senin gırtlağın xışıldayır elə. Toydan gəlirəm, yorğundur. Gör saat neçədir, birazdan qazağa yola düşürəm. Yatmıram. Arkadaki kimdi? Mamulya. Bakın mamana salam vermez. Mama getdi. He, oxşuyursan ha. Hə? Oxşuyursan ha. Oxşuyur da, hə, niyə oxşamır ki? He. Bayılıram senin kombinlerine, makyajına. Qazağa hara gedirsən derdin Alim? Açılışa gedirik. Neyin açılışı? Mağaza. Mağaza açılışıdır.
Az sürmə, bir sən bir mən. Ben Artıq bize açılış işine özüm Az bir bakıram. sen bir ben açılışlar kraliçesi olduk. Elbette. Ben de açılışa gitmiştim en son. Ay çok kıydı açılışlar. Gördüm. Açılışlar kraliçasıyıq da biz. Hə, az bana bak değerimi getməyinə. Əlbəttə. Ha? Sen canın ay maraq eləmək kəmiş. Deyərəm sonra. Bir 5 yoksa. 6. Tam o. Tam. Hə. Tam. Getmək falan hamısı benzinli sənə baxır. Gəl. Qonaqlayırsan yoxsa yox? Yo, hələ gedirəm Tudabratında, gedib gəlirəm. Qazağa basa getsin, yorulmursan bacım. Nə ayrım, axşam gəlib işlərə çatmalıyım, Bakıda axşam işlərə. Yapmırsan, gedirsən, elə eləyirsən, qaydırsan 5. Ha. O keçək min bərəkət bacım. Məsələn bir gündə neçə dənə açılışlara gedirsən? Olur bir dənə, 2 dənə, baxır da. Bir dənə. Amma ən çox açılışdan mı qazanırsan, toydan mı? Qarışıqdır da həyatım məndə. Toy, məclis, ad günü, açılış. Mən qarışıq gedirəm. Qarışıq, hə? Qarışıq sevirsən sən də mənim kimi. Təzə mahnı çıxıbsan. Alo canım, alo. Alo, elə. Təzə mahnı. Gördüm, alo deyə mahnı çıxarsan. Yorumlar, heç Kəmalə maraq edirəm. Baxın, sən videonun altına belə yorum yazırlar da, məsələn bu atışmamış mahnının altına. Məsələn yorumları oxuyursan mı? İnansan səmiyyətimi oxumuram. Az mənim ən bayıldığım şey yorumları oxumaq. Biri mənə yazır, ay bunu sevməyən var. Ay girib hamısını oxuyuram. Çox kayf alıram. Yorumları oxumayanda gülüm keçmir. Az bayılıram pis yorum yazana, yaxşı yorum yazana. Deyib qaqqaldı. Az qaqqaldıyram. Biri yazır nə gündədir. Biri yazır ay buna baxan. Az qaq gülürəm. Mənim heç verilmir. Mən girib bütün yorumlara baxıram. Dostlarım deyir sən psikolojin bozuldu. Deyirəm az yox, orası dərmandır. Girib bütün yorumlara, hələm səhifələr mən paylaşır, yenə girib baxıram, onlara baxıram, girib gül verilənəm. Məsələn, biri yazır ki, bu nə gündədir, girib profilə baxıram ki, nənəmkini oxşuyur. Deyirəm, bunun mənə yorumuna bax. Ay, qaq, sabah gidib güləm. Az hər gecə yayına. Yaxşı eləyirsən, pozitiv insansan da. Sən girib baxanda psikolojim bozulur. Psixoloji pozulmur, baxmada istər-istəməz oxumuram, nəyə lazımdır ki? Yox, o zaman biz psikolojim bozulur. Girib hamısına likelayıram, kayf alıram, hələm cavab da verdiklərim də olur. Allaha likelayıram bəzən. Mənim işim var, girib baxıram mən. Mən takıntısız insanam. Hə də, Allahsan sən. Sadəcə hakaret edilmədikcə sürəcə hamını nə deyirlər ona tənqid. Hamı onu tənqid edə bilər. Az konsertim olacaq bilirsən. Oy. O. Az nə konsertidir o elə? Bilmirsən, xəbərin yoxdur. Nə mahnısı ilə, hansı mahnılarla? Mahnıya gerək yoxdur ki, bacım, mənim orada olmağım bir konsertdir. Az performans falan, DJ performansı, nə bilim dansmans, hani belə bir şeylər düşünürəm. 3000 nəfər. 2000-3000 nəfər arası, amma net 2000 nəfər, 2200 nəfər alar. Allah, super. Gələrsən misafir olaraq VIP locaya biletini atacaq, biletini al, gəl. İnşallah gələrik, niyə gəlirik, nə vaxtdır? Ay bütün dostlarım yazır ki mənə pulsuz bilet, zırt pulsuz bilet. Asla heç bir dostuma pulsuz bilet falan zırt. Təzə konsertimdir, yəni bir yardım elə, bir mənə al VIP gözəl bir pulunla al gəl, məzənələrlə zırt. Anama bile atıram ki biletdən al gəl. İlk konsert, solo konsert. Sorma kız, ama bir dənə mahnı çıxaram da, bilirsən Katya Darbuka lütfen. Gördüm, ha vaxt çıxır mahnı. İnşallah görüm iyunun 27'sine kadar konseri düşünürük. Hazırlıkla falan gidecek. Az danslar, kıyafetler, güzel bahalı kıyafetler, dansçılar. Yani yurt dışından DJ getirmeyi düşünürüm. O ekrandan el çıxır. Haricilerde DJ performansı olur. Eynim adı neydi bilmirəm. Onu düşünürüm. Sonra bir tane Azerbaycanlı ünlü DJ düşünürüm. Hani böyle güzel bir performans, hani divan olacak, mesela pembe renkli bir divan, biz divana çıkacağız, dedikodu time eləyəcəyik, milletten danışacağız. Ay yani 2-3 saat dolu olacak orada. Maraqlı bir şey olar o. Araz axır, sonra xalq rəqsi olacaq məsələn. Amma sadəcə dress code olaraq hamı pəmbə geyinəcək, VIP-yə oğlanlar gələcək, geri qalan hamısı qızlar. Standartlara qızlar, sadəcə VIP-yə dress code olaraq qız oğlan belə gələ biləcək. O da sadəcə VIP-yə oğlan gələ bilər. Maraqlı bir şey oxşuyur.
Hə, indi hamı pəmbə geyinməsi Səhər lazımdır. şovlar olacaq, danslar olacaq, danışıqlar olacaq. Danışıqlar olacaq. Baxın, bir dənə inşallah indi gözəlcə bir şəkildə bu aralar inşallah indi icazə almağa çalışırıq. Yaxın bir dövrlərdə inşallah icazəmiz veriləcək. Mədəniyyət Nazirindən icazəmizi gözləyirik. İnşallah başvurmuşuq. İnşallah qəbul eləyərlər. Gözəllik belə fan görüşməsi olaraq, İsmail sevənləri olaraq belə bir görüşmə eləmək istəyirəm. Maraqlı proyektdir, yaxşı eləmisən. Hə, çünki hamı etiketləyir məni. Hamı yazır ki, Velizar da belə bir şey eləsə, deyib gülsə, eğlənsə qız-qıza falan. Belə bir şey düşünürəm. Baxaq görək nə olacaq inşallah. Hə, icazəyə gözləyirik. İcazə gəlsə süper olacaq. İnşallah alınır, yaxşı olar. Ay ciddi Lord Centi. Çox təşəkkür edirəm. Ciddi yolu Centi. Ay Kəmalə, heç saç yolduğuna çıxmısan mı? Heç belə dava elədiyim olub bu. Əşi o qədər. Ofeliyanın təpə saçından tutub yolursan eşitmişəm. Yox, onu eləmərəm o. Nə bilim, elə bilirəm Ofeliya ilə dava edibsən. Yox, belə söz davası olub, davası. Səni biraz dedikodu edeyim. Ofeliya, mən Ofeliyanı indi təzə tanıyıram da, gecələr bir dənə səsiməsi. Az girdim, baxdım o şeyi ilə məşhurdur. Hani mən ərimin çorabını falan yuyaram. Hə. Sonra dedim ki, bu ər deyil, düşmür. Dedim, az girin bunun ərinə baxın. Wow. Az dedim, bu buna görə mi özünü cırırmış? Ay, bacım. Sağ ol, bidri neyinirsən, belə insandı yoldaşım. Yaxşı, çox gözəl insandı. Teşekkürler. Karakteri yaxşıdır, gözəl insandı. Bir evdə yaşayanda anlayasan bir-birini, başa düşərsən. O ayrı. Ay, ne demagoji elədiniz az ikiniz də. Ay, hiç dedikodu edilmir sizdə. Ne demagoji, içinizdəkiləri deyin, yalanlar. Bilirəm. O şeylə sabah mənə çırar, yapışar yaxanlar ki, Bu arada Ofeliya xanımın Allah rəhmət eləsin qardaşına. Həqiqətən çox üzüldüm, çox ağladım. Allah hər daim üzünü güldürsün Ofeliya xanım. Qazi idi, Qazi qardaşı rəhmət. Bəli, Allah rəhmət eləsin. Çox gözəl xanımdır. Çox əməkdar bellidir xanım. Olsun, bəlkə vaxtı ilə bir şey deyib, ağzından bir şey çıxıb deyib də nə olacaq? İnsandır da o corab morab olayı. Valla o demək deyil ki, gedib evində hər gün corabı yuyur. Ağzından çıxıb da bir laf da deyib, nə olacaq? Kimlə aran yaxşıdır müğənnilərdən? Oxuyla aram yaxşıdır. Nəfəslə? Hamısı, nəfəslə. Şey var, Tovuzlu var, Şəbləmlə falan aran nətərdir? Hamısına aram yaxşıdır, hamısı belə qızlardır, hamısı yaxşıdır. Şəbləm qəşəkdir. Çox. Amma ən çox toyda pul qazanan Şəbləmdir eşitdiyimə görə. O gedib orada şeydə ağzı, dollarları, euroları o arvadın vardı, arvadın oğlu pul bastırdı. Şəbnəm, anası nətər baxırdı, oğlu pul xərcləyəcək, anası pul. Tutun. Arvadı tutun, hansı arvadı? Gürcüstanda oldu ne konsept? Oradan. Məndən yaxşı bilirsən sən hər şey. Mən xəbərim yox. Mən belə olmam. Sən xəbərin yox, sən də ilansan. Bu arada Kəmalə xanım, bir müğənni bugün bilirsən, Evrovision müsabiqəsidir. Final olacaq. Az Kəmalə Eurovizyona baxır. Eurovision mənə baxır. Mən nə edirəm? Mən Eurovision. Kəmaləyə denən ki, Telli Borçalının həyatı nətərdir? Kəmaləyə denən ki, məsələn, Sədərəkdə bir dənə açılış var. Kəmal işin harasına Eurovision, Allah aşkına. Kəmal arda bilsin ki, Eurovision nədir? Sədə, mənə lazımdır. Sən canın, Azərbaycanda Eurovizyonu kazanan kimlər var? Bilirsən heç olmasa bunu. Azərbaycanda? Hə. Yəni, Azərbaycan kazanıb Eurovizyonu. Hə. Neçənci ildə? Elnur qazanıb, sonra Nigar Camal qazanıb. Niyə? Təmsil ediblər. Çox dediklər. Bir arada qazanmışdı da. Nə? Yox, halaldır, bilir. Yox, yaxşı ki onu bilirsən. Halaldır. Azdan çox da məlumatım var. Az məsələn, maraqlıdır mənə. Məsələn, yayını bağlayanda evə gəldin. Məsələn, açıb YouTube'dan falan nə izləyirsiniz? YouTube'a inansam izləmirəm axı heç nə. Heç nə? Ha? Yemək falan pişirirsən? Yox. Bıdırnaqla nə pişirim mən? Heç nə. Amma vaxtı olmur yazığın gəlsin də yemək pişirsin, eləmi? Bu vaxt gəlirəm. Mən baharda pişiririm. Ərin nətərdə? Nəyim? Ərin. Əla.
Aranız neterdi? Uş. Az erinle mutlusan ama deyip gülürsen. Əlbəttə ki. Ne bak Mənə kim mutlu olmaz ki? ne bak erin karışmır giyimine, keçimine falan. Yo, mənim sənətimdir. Ha, oldu. Yani bir şey demir yorumlar ama bu atışmamış manasında tepkisi reaksiyonu ne oldu? Yox, mənim sənətimə qarışmır. Ha, ne güzel. Sevgilisiniz yoksa erindi? Az koçişimdir. Ha, resmi koçişin. Evet. Ana, az maraq elədim tipini nətər kişidir. Uzun. Ha, haralıdır. Buralardandır. Ha, tanıyır məni ərin. Tanıyır. Tanıyır. Ha, və eyni evdə qalmırsınız. Qalırıq. Ərin evdədir. Evdədir. Bəlkə çağırırsan yenge, Gəlməz. gezmeye salam verim. Gəlməz. Ha, utangaç insandır. Aranız nətərdir? Yaxşıdır, vuşdur. Hər mənada aranız süper. Əlbəttə ki, dayı. Hər Karı şey- koca necə olarsa bizdə elə. Hər axşam, hər gün süper aranız, eləmi? Qarşıdır. Ha. Nə dedin ərinə? Hə, oğlum çox yaraşıqlıydı kəlləş. Mamasına oxşayıb da. Aa, niyə atası yaraşıq deyil? Yaraşıqlıdır. Ay, oğlumun neçə yaşı var? Vardı o şey 21. Və mənə bax, evlənməyi düşünmürsün, iş. Hələ tezdir. Və mən sən nətər bir gəlin axtarırsan? Özünün sevdiyi, bəyəndiyi bir gəlin olsun da. Yox, sənin də bir video fasonu, belə bəyəndiyin bir gəlin xeylaq olmaq. Özüm kimi gözəl, göyçək, qara buğdayı, mamli matan. Belə birazcık dövməli falan. Ya, deyəməli ya. Hep taxan falan bəyənmirsən? Ne? Yılan cezası. Karşında da gelin adayı. Ay. Ya kemiş atışmamış kemiş. La özün tatlısı var diye tatlı. Az deyirsən özünün tatun var, mənə deyirsən tatusuz. Əşi, mənim tatım sonradan yaranıb da. Mən ərə gedəndə tatım yox idi. Ama Sonradan... kemiş biraz arıqla. 10 kilo bir arıqlamak lazım da. Sizin ad günüyə gələndə kök idim ki. Yox, çok arıqıydın. Kök idi. Az elə yox, nətər bir kök deyilsən, iri yapılısan. Arıqlamaq nə bilim yaraşmaz. Ətli butlu sevir onda ərin. Mən hamı belə bəyənir də səhnədə, işdə, gücdə. Ətli butlu. Yox bilirəm də, yəni birazcık belə hafif, çox hafif 5 kilo bir getsə elə bir. Ama geçək qadınsan, gözəlsən, baxımlısan, auralısan, deyib gülənsən. Gör indi burada sosyal medyada belədirsən ki, gör ərinlə oturub çay içəndə necə enerji. Az yaxşı. Çay içəndə. Az elə bir WhatsApp açmışıq, ikimiz söhbət eləyirik ya, açmamış gəlmiş. Ay, sən ölməyəsən. Yanım sən. Az arada bir şəhərə çıx, bir kofeye git, bir restorana falan getmirsən, elə evdən işə elə. Hə, inanırsan çıxmıram şəhərə. Bir gün gidelim. Saat 1-də gəldirəm, 2-də gəldirəm. Mən nə vaxt gedim şəhərə? Az gel bir gün gidək şeyə, social'a falan, ne bileyim klublar, FOMO'ya gidək. Ay senle FOMO'ya az ne eğlenirim. Hiç senlik bir mahnılar çalmırlar. Ama gidək FOMO'ya bir gün. Kluba gedirsən hiç? Hı? Kluba falan gedirsən? Belə səhnə alanda gedirəm. Belə istirahət eləməyə gedirəm. Az klub, FOMO. FOMO'ya sen ne səhne? Hə, elə FOMO da bunu düşünəmirəm. Atışmamış, əlimə yapış, atmacı. FOMO. Mən tanımıram, olmamışam axı orada. Boma nədir? Aa, az məşhur bir klubdur. Olmamışam orada, yox. Hiç kluba getməyibsən. Yox. Ay şimdi bir şey diyeceğim, ben kulüp kızı değilim. Ama geçe eğlenceli bir yerdi, giderik bir gün. Böyle metropola falan bir gel davet edeyim de gidelim metropolda oturak çay kahve içək. Gedək, vaxt eləyək. Gel, kalk gel Allah kalk gidək. Sabaha gidə açıqdı, yeyib içmək, restoranları 24 saat açıq. İndi? Hə. Ay, yox, birazdan qazağa gedirəm. Yol gedəcəm axı, açılışım. Gel orada bir çay iç, oradan kalk git de. Ha, yox, hara? 4-də çıxıram evdən. Mən onu gəl çıxılmaz oldular. Kazak'ta neçədə olmazsan? 12'də, gün orta 12'də. Dur bakım elim aramda var mı izleyicilerden Kazak? Az 25 bin neferin arasında Kazaklı var. Sabah bacımız gelir. Harda açılışını eləyirsən? Harda açılış eləyirsən? Elə özündə, rayonun özündə mərkəz. Ne butik yoksa paltar Yox, ne? mağaza, böyük mağazadan vermaqdır.
Aa bak deyirlər yazsı. Hə, sabah bacım gəlir mağazaya. Şey videolar çəkilmiş. Az mənə bax, şey oxu. Tez olaq, tez olaq. Her şey okuyacağım onda. Hə, tez olaq oxu bacı. Dedi də. Şəmkirə falan gedirsən iş. Ən çox bəyəndiyin rayon hansı oldu? En çok her rayonun öz güzelliği var ama Şəmkir seçilir de bilirsən də. Her şeyiyle seçilir. İyi. Az 9 qardaşlar. Senin canın yanmasın. Az Çınarlı. Ne sensen. Ne sensen. Dəli Məmməd falan. Ne sensen. Ne sensen. Aa. Eşitdim 9'dan 7 qalıb. Doğru da. Aa, təbii canım. Gör nələri bilirim. Mənim heç nədən xəbərim yoxdur. Buna baxın. Sən onda Şəmkiri görüb elə qazağa gedirsən. Mən hər yerdə varam da. Aşkit o. Ay, az mənə bax. Şeydə qazaq da qəşəngdir. Bayılıram qazaq. Qazaq da qəşəngdir. Hər rayon qəşəngdir. Kəmalə qazaq. Bölgələrimiz gözəldir. Az qazaq, Gədəbəy bilirsən nədir? Bir də Bilirəm. orası hardan bilirsən? Bilirəm. Toylarda, açılışlarda oluram. Hardan biləcəm səndə? Ne bileyim. Ay süper dikenmiş. Ay. Ben hayatımda böyle bir şey ilk defa Kazak'ta gördüm. Gerçekten kartoşkası o kadar güzeldi ki adam yiye kurtaramır. Gede de kartoşkası çok geçecek. Çok tatlı kartoşkaları var. Mənim kartoşkalarından xəbərim yoxdur, amma onu biləm ki, gözəl yerdir. Ha geçecek yerdi. Ben bak elə xarişe bir tane Gürcistan'a gitmişsen. Yo, niyə mən haralarda olmamışam? Ay bu arada onu diyeyim. Benim eşitipleri konser vereceğim. Hə. Demeyeyim. Yaxşı demədim dedim. Heç. Bir dənə bunu deyim, xaricdən də bir konsert istəyirlər. Onu deməsəydim. O deməsəydim Allah haqqı. Ay cırılardım. Onu Kəmişi deyib çartlatmaq istedim Kəmişi Allah haqqı. Harda asla diyemiyorum. Harda yoksa. Ay inan. Her şey dinle. Yo. Eve ne kadar ne almışsan, paltarını içi almışsan. Baş hərfindi. Ölkənin baş hərfindi biləcəm, baş hərfi. Yo Ülken baş hərfini desən direkt deyersiniz bura. Asla diyemiyorum. Mənə bax, yəni deyiblər ki, maraq elədik. Yəni mən də dedim ki, orada izləyicilərimiz var. Orada hamı deyir ki, hamı istəyir səni. Qız mənə bax, ən getdiyin xarici haradır, yurt dışına? Ən çox? Hə. Ən çox elə getdiyim Gürcüstan, Qazaxıstan, Rusiyadır da. Gürcüstan, Kazakistan, Rusya. Türkiye'de gidiyorsun. Türkiyədə gedirəm. Yo, gedirəm. Dubai'ye da gittin en son gördüm. Dubaiyə də getmişəm, İsraildə də getmişəm, hər yerə. Özbəkistanda da olmuşam. Gezirsen. Harda baş, orada Kemiş. Bəli. Canım. Dikemiş öpüm seni qalx. Davay, görüşərik inşallah. Qalx təmizdən, geçək qırxın mırxın giyin. Elə qazağa ya Allah ya bismillah sağ salamat gedib çatasan inşallah. Maçı, işlərin avan da olsun. Konuşuruz. İşlərin açılışları bol olsun. Öpürəm ya. Sağ ol. Ama sana bir şey diyeyim, ben kadın olsam en eli Kemiş olaram. Süstü püstü ha, kaçtı böyle Kemiş. Ha Kemiş. Ay Mecim canım benim çok teşekkür ederim. Balinalarım bol olsun, attığın hediyeler bol olsun. Balaca ve büyük hediye atanlar, ekrana basanlar, ekrana tıklayanlar, basanlarınız, tıklayanlarınız her daim bol olsun. Balaca büyük atanlar hediyeleriniz hamısı bol olsun. Tıklayanlarınız bol. Allah tıklayanlarınızı bol etsin. Çok tanıştım. Bu arada 5 milyon tıklama çok teşekkürler. Ha, Kemiş'i çartlattım ama dedim konserim falan olacak dedi hansı mahnı inan çartladı Kemiş çartladı ne ter kıskandı kıskançlığından üzükleri düştü Temu'dan aldığı kırgızıl partladı üstünde ha ne ter partladı çartlatmak için dedim ki hariçte de konsertim olacak çartlatmak şimdi o düşünür gece yatamayacak kazağa gider ki bu gör bu ne konser çartladı dedi ki benim 100 lira mahnım var ben bu kadar konserimi çartlamak için dedim çartlasın. Yarma. Ay terbiyesiz. Terbiyesiz oğlan. Ben şey dedi. Aslında Türklerle geçerek danışabiliriz. Biz niye danışamırız Katya? Ha? Niye danışalım? Yok şimdi öyle dedi. Ben de ona diyerdim ki ay senin ay diyemirsen içinde tıkanır kalır Allah kahretmesin onu desen Allahu Ekber
Ona göre deyəmirsən. Onlar nə şey sərbəst danışır yaz. Salam əleyküm. Salam, nə tərsiz? Sağ ol ürək, sən nə tərsən? Sağ ol, hardasınız elə qapqaranlıq. Biz Qaraçuxurdan. Qaraçuxurda üzünüzü niyə çəkmirsiniz? Hə? Biz çox yaraşıqlıyıq ona görə. Yaraşıqlısınız. Yaraşıqlısınız. Ya niyə yatmırsınız? Biz gecə quşuyuq da biz yatmırıq. Gecə quşuyuq. Ha. Bak. Ne? Allah'ım yarabbim ya Allahu ekber. Niş. Az Qaraçuxurun uzaqdır eləmi? Yox, Neftçi. Yaxındır bura. Neftçilərdə də Qaraçuxur. Qaraçuxur neftçilərdə də az. Neftçilərlə Qaraçuxur nə alaka? Qaraçuxur ayrı. Salam. Salam. Axşamı xeyir. Stolun altına niyə soxmusan məni aşkım? Stolun altından çıxart da məni. Bir oynayaq. Stolun altından çıxart da deyirəm, stolun altında nəfəs alamıram. Stolun altı nədir? Nəyin altına soxmusan kameranı? Stolun altı deyil. Nədir o? Çox sağ ol, bəyənməsin, təşəkkür. Çox sağ olun, bəyənməsin, təşəkkürlər, çox sağ ol. Bərizər. Buyur, canım. Ay Bərizər. Sıçdı, ha? Nətərsən, nə var nə? Yaxşı, haralsan? Ağlayam, Aksafalı. Orxana oxşuyursan biraz. Orxan kimdə? Aksafalı, yerlin. Yo. Abi. Ekran benim dostlar, ekran benim gerek uzurum, yaman uzurum. Ekran benim dostlar. İmkan varsa ekran tıkkıldadım. Ne güzel papağım var maşallah. Ay sağ ol. Çok güzel papağım. Karşım geldi ha. Bundan da hoşum gelirse verim. İste Akstafa'ya gönderim. Böyle bir şeyim de var. Gönderim sürersen Akstafa'da. Sür çayxanaya git. Ona nere? Çok yaşa. Dodaklarına çok yaşa. O kızıl dişlerine çok yaşa yaraşar. Sür böyle git çayxanaya otur. De ki verizar verir. Yo. Man paman da çekimde de ürek. Çok sağ ol. Beğenmesin. Var olanın canı sağ. Dostlar zahmet olmasa ekran tıkkıda. Çok sağ ol. Sana ben de tıklayacağım. Sana ben de tıklama girsin sana inşallah. Tıklayacağıq sana. Adam asla söhbət eləmir. Tıklama. Eləyəcəyim. Ben de özellikle ben tıklayacağım. Bana bak. Boyun neçədir? Tıklayacaklar. Boyun neçədir? Boyum neçədir? Hə. 1.77. Ayağa qalx görək bir Akstafalı yaraşıqlı oğlan görsün, gönlümüz gözümüz. Qalx bir boydan göstər gör. Yox. Yox, mən dedim də siz soruşdunuz mən də dedim. Yox. Yəni ayağa qalxmırsan, elə mi? Bu qalx baxaqdan olar. Yox da. Yox da siz soruşdunuz bax mən də dedim. Deyirəm ayağa qalxdan olar baxaq. Nə qalxım belə çıxmaq? Nə qalxım ki? Elə yox. Siz soruşdunuz mən dedim. Siz soruşuram baxın. Allah. Gözəcürüm. Sen ne işmişsin aşkım? Allahu Ekber. Ayağa qalx deyirəm baxaqda boydansan. Allahu Ekber ya. Problemin var ona göre ayağa qalxamırsan. Yox, nə problemi var şu Allah. Sağolması hər şey yaxşıdır, normaldir. Evli bekar, az normalda öyle de deyirsiniz qorxsum. Evli bekar. Tez danış Rahmim. Ay və elə danışırsan ki, yazırsan ki və sana paylaşacaqlar sabah 1
Gördüm. Ay parça burada ne var ki belə çıxmasın? Artıq burada ne var ki kardeşim qalxın? Nəyə qalxın? Yox burada nəsə bir normal bir şey var mı? Get biraz şimdi oldu, ana get biraz şimdi aşırı ağlı ol, yazıqsan. Səndən mən yaxşı tanımırsan, and olsan da sənin başını bir oyun ötürəm. Allah haqqı yazıqsan da mən, get şimdi aşırı. Açım sən bloka, get. Kimden danışsın? Kimden danışsın? Ay sevgilim, kimden danışsın? Ay Akstafa'nın yaraşıklı oğlanı. Kimle danışsın? Ay ömrüm, ben buradayım, beni bir kozuna al da danışsın. Allah'ın belasını aç. Ay bir danışak, bir sohbet edeyim. Danışmışam o çete, neye bakırsınız? Gözünüz çıksın o çette. Az kime pek atıram, çete bakır. Kime pek atıram, ay neye bakırsınız? Danışırık da yan yanayık, sohbet edeyim. Danışak çünkü de şey çakka çıkkı fanfil. Bak neye bakırdın o alttakine neye cevap Yaxşı, çok. Oy rahmimi daralttılar. Ay Allah rahmim çürüdü. Şu doğanmayacağım. Ya Rabbi ya Resulallah. Allahu Ekber. Oy daraldım. Allah hakkı daraldım. Oh. Bir yudum su içmez. Ay Sonacığım çok da teşekkür ederim. Kız bu arada bir şey diyeceğim. Beni takip edin. Çok sağ olun. Balaca ve büyük hediye atanlar. Haş store'cum canım çok sağ ol. Sağ olun yakışıklı varsınız da sizi seviyorum. I love you mıdır? I love you. Filizler ben La paçana eğer oturursan yine bir bakire kız şu anda. Zart. Şu an 20 kabını insan izliyor. Ay aç köpekler çirkin. Ay yukarıdaki eşi yok şurada. Az bana bak bir şey diyeceğim. Bu arada dostlar reklam ve emektaşlık için Niko Cafar'a yazabilirsiniz. Çok teşekkürler. Akşamı xeyir Verza. Akşam değil sen de gündüzdü. Mən də gündüz, sən də axşamdır. Ona görə axşam xeyir dedim. Adı çaymışsınız. Ne güzel şekilde bu. Aslında Qarabağ tanıyırsan, ilginç tanıyarsın. Honor 400 Pro ile çekirsiniz. Evet. Ne güzel. Kameranızı açın da indi gördük mənzərəyi bir de sizin mənzərənizi görsəm. Müjgancığım, ay canım, Bakire bacım sağ ol. Bakire nə? Üf, ne dediğim papagansa niye tekrar desem kameranı aç danışaq. Ama türklərdən çox danışdım mən, ki. Onların dilincə danışıram, ki mən. Kameranızı açabilirsiniz mi o söhbət eləyək? Belə söhbət edəkdə kameramı açacağım, qorxub qaçasan, gecə yatanmayasın. Deyəsən, belə mi adam olar? İşte o. Bir deymiş. Ancaq səninlə mən. Salam edirsən Velizar. Ay canım salam ne tersen? Ne var ne yok? Yaxşısan? Yaxşıyam. Oyun oynayaq. Oynayaq ne oynamayaq? Başlayaq oynayaq. Başlayaq aşkım. Sen başlamak istersen ben başlayayım. Artdiyi adam 6-8 nəfər. İkim var. Bak bunda ağlındı çete. Bak getdi çete. Ya, odaklanacaq. getmədi. Haralısan? Mən Qarabağlı. Harda qalırsan? Sumqayıtda. Neçə yaşın var? 21. Boyun neçədir? 1.87. Adın nədir? Ümbət. Bürcün nədir? Buğa. Ayaq nömrən nədir? Ayaq nömrəmi neyirsən? Danışdım hem sorularımı cevap ver. Ayaq 43. nömrən nədir? Neçə kilosan? 90. Ne işle məşğulsan? Hələ ki tələbəyəm. Sevgilin var? Yox. Hansı ixtisasda oxuyursan? Mən DİM, Dövlət İctimai Münasibətlər. Ne geçey. Ama sana yaraşar boylu buxunuzdan ha. Çox sağ ol. Sənə 2-3 dənə də məslək yaraşar da onu yayında deyəmirəm. Başa düşdün sən nə edin? Başa düşdüm. Sana nətər yaraşar, nətər yaraşar. Həmişə arzum olub elə bir sevgilim olsun. Mənə bax bir şey deyəcəm. Buzdayım, hə. Buyur. Ayağa qalxıb boydan baxaq sana.
Arkada adam var, ona görə qalxamıram üzülürsən. Ya arkadakine tərəf nə qaracan ki, ayağa qalxanda arkadakine dombal, yəni nə qarırsan arkadakine? Yatıb. Telefonu biraz sola çevirdi. Orada ne var? Üzülürsə qalxamayacaq. Allah'ın cezaları zəhləm gedir bütün hamınızda. Niye qalxmırsınız? Kız uşaqsınız. Bakires qalxın ayağıdan ne olacak? Boy 1.87 boyun var. Bir qalx bir səni boydan görək maşallah. Az görməyəsən ki, buzdur, görənməyəsən. Ben gördüğümü göreceğim. Ne olar ki bir ayağa qalxdı 1.87 boyunuz var da. Yaxşı da sən bir dəfə qalxacam amma. Yaxşı ya Allah. Şortikdə yəni problem olmaz. Allah ne olacak ayağa qalx deyirik bir baxa boyuna baxırıq. Şort olanda ne olur? Yaxşı. Evdesən evde ne? Sən qalxdın biraz. Ay canım ömrüm aşkım. Oy Allahu Ekberim. Allahu Ekber canım aşkım. Ağzı neydi gözüm şey. Merhaba. Ay merhaba bir şey diyeceğim. Telebe evi de o. Ora. Yo, öz evimizde. Tanışamadı mı? Hay can. Öz evimizdə. Ay ne? Asu neydi? Ne evi aşk neydi o? Ay başım ağrıdı. O şir atdılar. Görsən, mənə bəxtimdən də sən şir atdılar. Ay Omar. Ay az bu Omar kimdi? Ay Omar I love you. Omar my cook, my husband, my wife, my step up. Ay baby I love you. Ay bonjour je m'appelle canım kardeşim. Ay Omar'ım bıraktım. Ruhumun sakini, ay evimin direği, kapım açarım, ay ruhum, ay canım, ay bakireliğim, ay rahime Teresa'm, ay Omar'ım, ay Allahu Ekber'im, ay canım ortağım sana düşen olsun, ay Omar, canım, aşkım, sevgilim, ay ömrüm nece gündüm bana şir gelmir daş. Yok az 2 gün önce bunu versen ay Omar'cım I love you aşkı bıraktım kardeşim ehim yetkam yetimi bıraktım canımın içi ay çok teşekkür ederim hayatım. Nigar kanına gelip seni şir. Nasıl Nigar? Adını demeysin sen. Az bu Omar sipariş atandı. Boşuna Omar'ı övdüm. Nigar kanına. Ay Nigar, ay canım benim ömrüm, ay Nigar'ım, ay az Ömer'i 2 saattir niye övdüm be? Ay Nigar'ım canım, ay hayatım, benim ömrüm ne güzel adın var, benim rahibe Teresa'm, az seni bu oğlan emcüylesin, ay bacım. Ay bir kız uşaqlıqda. Ay Nigar'ım benim canımın içi, ay senin kadın xoşbəxtliyi arzulayıram. Sana mən canımın içi adəti var. Az öpürəm səni ay bacı. Sancısız geçtin her şeyin. Ay ömrüm, ay aşkım. Qocalana kadar doğ inşallah. Doğma qabiliyyətini itirmə. Her zaman kadın ruhlu, xoşbəxt, aura, çekici bir xanım ol. Az amin işin gücün avat gelsin. Allah erin sana sen bana. Çok teşekkürler. Ayten Bakinka'ya Nigar Hanım'ın sipariş attı. Hasıra bir de Ayten Bakinka çıktı. Ay az ben bu şiiri kim attı Arbacı? Nigar Hanım attırı Ayten Bakinka tarafından. Ay şiiri gördüm oğlan yadımdan çıktı. Başa düşmedim. Nigar Hanım siparişin Ayten Bakinka'dan seni şir attı. Az, bu Omar kimdi bu? Omar niye yüzünü sokuşturdu? Ha? Fake sayfaydı. He Omar onda bu Nigar'ın sayfası. Ayten Bakinka'nın sayfasıydı. Ayten Bakinka kimdi be? Jeton satırdı. Öyle almışsa sipariş. Ben Ayten Bakinka niye adını Omar koydu? Şu sayfası. Sey kız. Ayten seysen ya Allah'a kız seysen sen. Kız sen adını koy Metanet, adını koy Gülçöhle, adını koy Gül Soldu, adını koy Son Yeter, adını koy Sol Yeter, adını koy ne bileyim kız yeter, kız besti, kız çık, kız yeter. Omar ne alaka Ayten? 2 saat. Ay Ayten niye övüm ki? Ayten jeton satandı değil mi? Esas Nigar'da övdü. Boşuna gitti övgüler. Ay Nigar'cığım çok sağ ol. Hay devuşka. Salam aleyküm. Salam ne tersiz? Sağ olsun, necəsiz? Ekranınızda bir şey var silin. Ne? Nökte var orada ekranda ortada.
Xalolar. Ana xalındır o. Vergil qoflar oyram. Ne gerçi düz ucunda çıxıb xalın. Hə, Türkü misal. Canım sen. Başka xalın var başka yerinde yoksa bir tane o burnunun ucundadır. Yox, bizə manşır üçün oradan qoyulub. Hardan koyulu aşkım ne danıştın geçmedim ömrüm. İçinde danışırsan başa düşmürəm. Ağzını açarak danış. Dedim bir dənə tanınmaq üçün oradan qoyulub. Ne dedi az? Bir tane hanım oldu oradan koyulub. He bir tane xalın oldu ancak oradan koyulub. Haralısan ağzını açarak danış. İçinde danışma. Haralısan. Tovuz. Tovuzlusan derdin Əlim. Hə, qadına. Ay canım sabah atışmamış bacım gelecek ora. Qazağa gelecek. Tovuzdan Qazaq yaxında avtobusa min get. Atışmamış. Kəmiş bacı gelir ora. Qazağa. Onda yollar bağlı olar. Elə bir Rihanna gelir. Yollar niye bağlı olur? Atışmamış bacım gelecek gidecek. Oradan Qazaqdan avtobusa min elə. Qazaqla avtobus arasında ne kadar var mesafe? Bizim 25 dəqiqə. Bizim yaxın. Ne iş görürsən Qazaqda? Hardaydın? Tovuzda. Tovuzda ne iş görürsən? Tovuzda olmuram. Rusiyada olam. Rusiyada sen indi. Yo, indi hal-hazırda Tovuzda. Allahu Ekber. Ben onu deyirəm də Tovuzda ne iş görürsən? Tovuzda hal-hazırda canlaşıb sizlə söhbət edirəm. Sen Rusiyada işləyirsən, kalfoz, bazarçısan. Yo, tikintidə. Harda? Tikinti, Rusiyada tikintidə. Ay başka bir şey başa düştüm. Ha. Ay dedim o neydi az? Tikintide işləyirsən. Ha oradan pulları getirirsən bura. Elə mi aşkım? Bəli. Halarda indi niye tikinti yoktu Rusiyada gelmişsən? İş dayanıb orada. Bürcün nədir ömrüm? Bürcüm əkizlər. Səs yoxdur xeyr. Boyun neçədir? Boyum 1.78. Adın nədir ölüm? Elləri sevər. Elləri nə? El sevər. Sen çok tehlikeli danışırsan. Cümlelerin farklı çıkır. Kulağıma çok farklı çatır o danışığın. Boyun neçədir ölüm? 1.69. Neçə? 1.69. Bir daha neçə dedin? 1.69. Neçə? 1.31. Ah ya necə balacadır boyu. Özünə ad verirsən. Özümə ad verdim ki, qadanam. Nerviler. Meyillisən, sən yaqın bacın meyillidir ona görə. Bak. Ha. Allahu Ekber. Mənə bax, mənə çetəniyə baxırsan aşkımızı qısqanırlar. Mənə bax. Baxdım sənə. Mən bəyənirsən mi? Yo. Ay Allah'ın cezası ben neye danışsak 4 dəqiqədir. 4 dəqiqə deyil, 2 dəqiqə 40 saniyə. 2 dəqiqə 40 saniyə ben neye danışsak S kimi. Əlim biraz xoş gəldi danışığa. Onda ile o yorum yazan düz yazılmış. Neyse bir mailin var diyen onda. Yaxşı yaz o yorum yazan elə. 1.69. Tupoy. Taci. Ayıp olsun sen. Bəs Ay canım. Ay sen aralardasın Taci. neçə vaxt istirahət vermişdim özümə. Neyinirsən, necəsən? Ay teze dövme eləyib. Nətər şey mayka giyinib. Ay baxın. Evdə mayka geyinirəm də istəyir. Niyə sən də sinə basmısan ki döymə Ona görsən? bakarsan ev istedi. Ben de lüt gəzəsi var. Ayıftaq milletin içine çıkıp analar ne diyor burada. O ne değil? Sen o kıllı kolunu iğrenç kaslı olmayan balaca erimiş kolunu görmek zorunda mıyım aşkım? O böyle kinder sürprizden çıkma dövmeni de yapıştırırsan onu görmek zorunda mıyım? Ama güzelleşirsen, biraz bedenleşirsen. Nətərsən? Yaxşı. Allah biraz genişləyirsən, iriləşirsən. Yaxşısan özün?
Bir dənə deyirəm, iriləşməyən bir yerin var da. Ora o öldürsən oranın dərdi dərmanı yoxdur. Nətərsən nətər gedir həyat. O boş şeydir. Sağ ol. Allah yaradıb. Allah yaradıb. Neyniyə nə qaraq yoxdur ki dərmanı. Belə danışırsan ekran kaydı edib paylaşırlar. Bəsdir. Elə bir qız uşağı da adı çıxacaq. Mənə bax Səbuli, məncə sən get kimlikdə adını Səbuli qoy. Mənə bax, hardasan? Evdə. Sən hardasan? Ay, görürəm də töylədə deyilsən ki, yəni konum olaraq hardasan? Sumqayıtda yaşayıram da mən. Sumqayıtda qalırsan, o da Qarını Sumqayıt köyü. ailə ilə qalırsan, eləmi? Əvvəl tək qalırdım, hə indi ailəmlə qalıram. Ən gözəl odur da. Çünki tək qalanda paltarımı ütüləyə bilmirdim. Səhər yeməyi yox, günorta yeməyi yox, axşam yeməyi yox. Get işin də gücün də var. Get fızqırt bir dənə özünə ev tut ya da ev al, get orada qal da. Anan atan bəlkə evin içində rahat takılmaq istəyir. Geri açıq-açıq danış. Atam yoxdur da, mənim anam var. Hə, ya. Aferin. Ya. Ona görə tək qoymuram da. Mənə yaxşı anana bir dənə gəlin almışsan, belə qarlı, baxlı, Tapa tərbiyə. bilmirəm, tapa bilmirəm. Yoxdur belə tərbiyəli, mümin, belə baki. Yoxdur, yox Allah. Niyə belə gözəl, göyçək? Sən tap da bir dənəsin mənə. Kör gözünə sənin. Yoxdur, heç bəlkə görmürsən. Axtarıram, Allah tapamıram. Qarşındakını bəlkə görəmirsən, bəlkə gözündə körlüğün var. Qabağımda heç nə yoxdur Allah. Burada divan heç yoxdur. Qabağında heç nə yoxdur, düz deyirsən. Təkəm. Onda onaylayıram. Qabağında DJ yoxdur, o da düz deyirsən. Neyinirsən, nə qayırsan? Nə fərq edir? İşlərim belə şükür yaxşıdır. Şəmkirdəki mağazam yaxşı işləyir. Hə, başladı reklamlar. Başladı reklamlar. Sən çox Zarafatlı sən niyə mənim Şəmkirdəki mağazama gəlmirsən? Düz mərkəzdədir, 20 yanvar küçəsində. Hardadır? Düz 20 yanvar küçəsində. Mən 20 yanvar küçəsinə nətər gəlim sən o şirqin, mən orada cırıq-cırıq eləsinlər. Allah, məhv eləyərlər. Xəstəsən, elə məfhumda yox, yəni şəkil çəkdirərlər. Hə, don deyirəm. Təsəvvürlə mən açılış eləyəndə belə eləyirlər. Bəs demişdim Velizar gələcək. Quranak səhər soruşurdular. Ya, mənə görə. Zarafatı sən çox istəyirlər, ha. Yox, bax, bu aralar həqiqətən zarafat bir yana Səbuli. Hamını çox sevirəm. O qədər qəlb, o qədər qırmamağa çalışıram ki, realda hamı gəlir, şəkil çəkdirir. İnanırsan, kankacığım, bəlkə rahmim daralır o an. Sən ümumiyyətcə Velizar. Heç kimsəyi qırmıram. Yox, belə deyim də sənə. Sosial şəbəkədə belə olmaq lazımdır. Yəni, söhbət edirəm. Sosial şəbəkədə belə olmaq lazımdır, maraqlıdır. Amma sən realda həqiqətən çox mədəni, belə insanların qəlbini qırmayan insansan. Prosto burada sən fokuslanırsan, sırf burada fokuslanırsan ki, cəmaatla mırtdaşasan, maraqlı yayın keçsin. Amma yəni real həyatda elə deyilsən. Sən bugün niyə belə Məryəm ana ruhuna girmirsən? Mən sakitləşmişəm, biraz psixoloji problemlərim var. Ona görə. Dəlisən. Dəliyəm, başım pozulub bilmək istəyirsən sən. Bir nömrəli psixiatr xəstəxanasında tanışım var, göndərim. Yatmışam da mən, yəni hamısında olmuşam. Bilirəm, Turaş yan otaqdaydı, sən də solurdu. Amma gözəlləşir. Qurana and olsun Allah. O səbəbdən sonra dedim ki, bir də qəti şəkildə heç kimlə PK atmayacağım, canlı yayın atmayacağım. Ya hamı tüpürdüyünü yalayır. Mənə bax, bir şey deyəcəm. Allah ona şəfa versin, hə? Gözəlləşir. Kim?